öğrencilər, Müəllimlər Birliyi Tədris Mərkəzi Roman Yusubov. Bu günlər sizinlə coğrafiya test toplusu Dövlət İmtahan Mərkəzinin coğrafiya test toplusu 1-ci hissə 2025-ci il nəşr. Demək, atmosfer bölməsində, ümumiyyətlə o bölmədə iqlim və iqlim qurşaqları mövzusunda olan testlərin izahına baxacağam. Qeyd edeyim ki, 1-dən 80-ə qədər olan testlərin izahını 1-ci hissədə çəkmişəm, kanalımızda var. Kanala daxil olaraq baxa bilərsiniz. İndi isə 81-dən 144-ə qədər olan testləri izah edəcəm. Qeyd edeyim ki, ümumiyyətlə bu bölmədə 144 test var. 81-ci sualda deyir ki, havanın temperaturunun illik gedişi qrafikinə əsasən illik temperatur amplitudunun azalma sırası müəyyən edin. Bilirsiniz ki, hər test izah edəndə hər dəfə bir xahişimiz olur ki, kanala abunə olun. Əgər abunə deyilsinizsə, bir də videonu bəyənin, imkan varsa. Videonu hansı bölgədən izlədiyinizi yazsanız çox xoş olar. Suallarla bağlı istənilən müraciətinizə demək, şərh bölməsinə cavab veriləcək təbii ki. Temperaturun illik gedişi qrafikinə əsasən illik temperatur amplitudunun azalma ardıcıllığını müəyyən edin. Ən çox dəyişən, ən çox amplituddur. Az dəyişirsə belə düz xəttsə, demək ki, amplitud azdır. Azalma ardıcıllığı deyirsə, demək ən çox dəyişəni götürəcək 1, sonra 3-ü götürərik. Bu qədər dəyişib, sonra isə 2-ni. 3, 1, 2 olacaq. Yox, daha doğrusu 1, 3, 2. Doğru cavab C variantı. Demək, növbəti suala baxaq. 82-ci sual. Deyir ki, verilmiş əlamətlərin aid olduğu ərazinin illik temperatur qrafikini müəyyən edin. Qışda suvarma əkinçilik tətbiq olur. Yayda ekvatorial, qışda tropik hava kütləsi daxil hakim olur sözün. Elə bir dənə bu sözdən məlum olur ki, söhbət subekvatorialdan gedir. Çünki subekvatorial iqlim qurşağına yayda ekvatorial hava kütlələrinin təsiri altında olur. Buna görə də yağıntılı və rütubətli olur. Qışda isə tropik hava kütlələrinin təsiri altında olur. Söhbət subekvatorialdan gedir. Qeyd edeyim ki, subekvatorial iqlim qurşağında temperatur 20 ilə 30 arasında təxminən dəyişir. Ona görə baxanda görünür ki, A qrafiki doğrudur. B ola bilməz, çünki mənfi 20 ola bilməz subekvatorial. Həm də bu qədər dəyişmir. Bu ümumiyyətlə aidiyyət yoxdur. Mənfi deyib. Bu biraz temperaturun biraz stabil olmağa oxşayar, amma temperatur çox aşağı elib 10 dərəcə. Burada isə bu qədər dəyişmə subekvatoriala heç biri xarakterik deyil. Növbəti sual 83. Deyir ki, verilmiş əlamətlərin aid olduğu ərazinin illik temperatur qrafikini müəyyən edin. Bəs əlamətlər nədir? Yayda buxarlama qabiliyyəti çox yüksək olur, şimal yarımkürəsində yerləşir. Demək, şimal yarımkürəsi isə belə olacaq. Aşağı tərəfdən gedəni götürməyəcək, çünki o cənub yarımkürəsi olur. Sonra kontinental iqlim tipidir. Demək ki, çox isti, soyuq dəyişəcək. Qış soyuq, yay isti olur. Bu, hardasa mülayim iqlim qurşağının kəskin kontinental tipinə oxşadır. Demək, şimal yarımkürəsi dediyinə görə bu CD variantı çıxarıq. Kontinental dediyinə görə biz kontinental iqlimdə bu qədər fərqlənmə olmur. Bunu da çıxacaq təbii ki. Növbəti A variantına bir də baxaq. Deyir ki, yayda buxarlanma qabiliyyəti çox yüksəkdir. Burada 20 dərəcə Selsi temperatur çox yüksək buxarlanma qabiliyyəti demək deyil. Demək ki, o ola bilməz. 30 dərəcə yüksək buxarlanma qabiliyyəti deməkdir yayda. Kontinental o demək ki, bu çox fərqlənir. Demək, mənfidən müsbətə. Bir də ki, şimal yarımkürəsində olması da xəttin orta hissəsinin 6-cı ayda temperaturun yuxarı olmasını göstərir ki, bu demək şimal yarımkürəsinə aiddir. Bütün şərtləri demək B variantı 83-cü sualda ödədi. 84-cü suala baxırıq. Deyir ki, xəritə sxemində əsasən musson, Aralıq dənizi və kontinental iqlim tiplərinin yerləşdiyi ərazilərin müvafiq ardıcıllığı müəyyən edin. 2-5 mussondur. Çünki baxın, burası mülayim mussondur. Burası subtropik mussonudur. 1 ilə 5 mussona gedər. Əgər musson dediksə 1-5 olacaq. Demək ki, qalan digər variantlar cavab deyil. Aralıq dənizi tipinə baxaq. Buradakı baxanda görürük ki, Aralıq dənizi burada 3 ilə 6-dır. Qeyd edeyim ki, bu xəritə çox önəmlidir. Fikir verdiksə, bundan əvvəlki bölmədə də biz çox istifadə elədik. Bax, bu ərazidən söhbət gedir. Burada da bax, bu ərazidən söhbət gedir. 3-6-da Aralıq dənizi tipidir. 2-yə 3-6 versək, doğru cavab D variantı. Üçüncüdə görək nə deyirdi? Kontinental. Kontinental tip biraz mərkəzi hissələrdə olan tiplərə deyilir. Burada da 4-dən 2 gedə bilər. Çünki o demək, materiklərin mərkəzi hissəsi okeandan uzaq yerləşdiyinə görə həmin ərazilərdə iqlim tipi hər zaman kontinental olur. Xəritə sxemində mülayim kontinental, Aralıq dənizi və kontinental iqlim tiplərinin yerləşən demək, iqlim tipində yerləşən məntəqələrin müvafiq ardıcıllığı müəyyən edin. Birinci, mülayim kontinental.
Qeyd edin ki, mülayim kontinental Şərqi Avropada daha çox geniş yayılmışdır. Bax, bu hissədə fikir verin. Bax, bu əraziləri verib cavaba. Demək ki, mülayim kontinental dediyimiz 1-4'dür. 1-4 isə onda 2 variant cavabda qalır. İkincidə Aralıq dənizi. Aralıq dəniz tipinə bayaqki kimi yenə də eyni ərazilər 5 və 3. Elə dairələmişəm, bu hissədə görürsüz həmin əraziləri. 3-5. 3-5 isə onda D variantı. Bunu çıxdıq. Sonuncu isə düzdür. Cavabı artıq tapmışıq tapağını, amma sualı həll etmək xatirinə baxaq. Kontinental isə quraq iqlimi olan ərazidir. Mərkəz hissələrdən söhbət gedir. 2-6 da ona uyğun gələr. D variantı doğru cavabdır. 86-cı sual. 86-cı sualda deyir ki, demək, temperaturun illik gedişi qrafikinə uyğun gələn məntəqələri müəyyən edin. Birincisi, baxaq, mən birinci Jakartaya baxmaq istəyirəm. Jakarta İndoneziyanın paytaxtıdır. Indoneziyada yerləşir ekvatorial iqlim qurşağında. Buradır Jakarta. Jakartada temperatur demək olar ki, fərqlənmir. Bütün il boyu stabil olur. Burada 1 ilə 4 bir-birinə uyğun gələcək. Yəni, 4-cü bəndə 1 uyğun gələcək ərəb rəqəminə. Baxıb görərsiniz ki, tək bircə variantda bu var. Elə B variantında bu var. Bircə tək B variantında o var. 4-ə 1. Bir dəqiqə baxım. Jakarta 4-dürsə. Yox, uşaqlar. Bu 4-ə 1 yox. Birinciyə 4. 1-ə 4. Bax, birinciyə 4 belə. Ərəb rəqəminə Rum rəqəmini yerinə səhv salmayaq. 2 variant bizdə qalacaq. Ya A-dır, ya D variantıdır. İkinci də London. Londonun temperaturu 0 ilə 20-nin arasında dəyişir. Burada da baxıb görərsiniz ki, 0-20 arasında temperatur dəyişən qrafik. Baxın, bu ikinci qrafik. Qırıq-qırıq xətt olan qrafik. Demək, 2-yə də London, yəni 1 gedər. 2-yə 1 gedərsə A variantı çıxdı, D variantı qaldı. Sonra mülayim iqlim qurşağının ümumiyyətlə tipləri belə idi ki, baxın, sağ tərəfdə xəritədə onların bir-bir temperaturu mən sizə göstərəcəm. Demək, dənizdə 0-20 arasında dəyişilir. Mülayim kontinentalda -10, -20 arasında dəyişilir. Bunlar önəmli bir rəqəmlərdir. İqlim mövzusu öyrənirsinizsə bunu bilməlisiniz. Sibir tipində -20, 30, hətta -40-dan çox mənfidən. İndi qrafikdə hərdən ona -30, -20 də deyirlər. -20-dən deyək ki, -20, amma mənfisi biraz daha aşağı ola bilər. Musson tipində isə mənfi temperaturdan başlayacaq, -10 dərəcədən daha 25 dərəcəyə, 30 dərəcəyə qədər gələcək. Burada mənfi demək 10 dərəcədən 25-30 dərəcəyə qədər gəlir təxminən. Yəni buradan da görünür ki, Moskva tipi mənfidən başlayıb müsbət 20-25 dərəcəyə qədər olan tip olacaq. Yəni baxın bu xəttin olduğu. Yəni 3-ə də Moskva gedəcək. O da var idi. Sonuncu ən kəskin kontinent, hətta -50-dən müsbət 20 dərəcəyə qədər gələn bu Sibir. Mən dedim burada ki, bu müxtəlif qrafiklərdə müxtəlif görə bilərsiniz. Bu çox konkret bir ədəd deyil. Yəni elə qrafik var ki, orada 20-30 verilir. Elə ərazi var orada. -20-dən müsbət 20. Eləsi var -30-dan müsbət 20. Eləsi var -40, hətta -50 belə götürülə bilər. Yəni mənfisi onun çox dəyişkəndir. Ona görə də bir belə fikirləşməsi də çox aşağı temperaturdan müsbət 20-yə qədər. Bax, belə fikirləşsəz düşünürəm ki, daha doğru olardı. Burada D cavabı doğrudur. 87-ci sualda deyir ki, yenə də eyni tipli sualdır. Bizdən Kolombonu deyəcəm uşaqlarsa. Yəqin ki, xəritədə kimsə bilmirsə, onu da deyək. Kolombo Şri Lankanın paytaxtı. Yəni ekvatorial iqlim qurşağı olacaq. Bayaqki Jakartanın yerinə Kolombonu götürəcəksiniz. 1-ə 1 getməlidir. 1-ə 1 2 variantda elə deyil. Ona görə onu çıxarıq. Birinciyə Rum rəqəmi ilə 1. İkinci London tipi dediyim kimi 0-20 arasında dəyişməli idi. 0-20 arasında dəyişən London tipi 2-dir. Yəni bu London 4 rəqəmi 2-yə gedər. London 4 idi. 4 2-yə getsə 2-yə 4 variantı. Bir dənə variantda bu var. 87-də Y variantında. Başqa variantda var. Yox, elə bir dənə Y variantında var. Demək cavab artıq var. Amma biz davam edirik. Sonra Moskva tipi. Moskva Şərqi Avropada. Bayaq dedim, -10-dan müsbət 20 idi orada. 3 görürsünüz, -10-dan müsbət 20-nin tuşuna qədərdir burada 3-də. Bunları silsək, 3 xətti -10-dan müsbət 20-nin arasında dəyişir. Ona görə də 3-ə 2 gedəcək. Sonra sonda isə ən kəskin olan 4-ə isə Yakutsk, Sibir 3 gedəcək. Y variantı. İqlim diaqramına əsasən temperaturun illik amplitudunun azalma sırasını müəyyən edin. Ən çox dəyişəndən ən az dəyişənə doğru hərəkət ediriksə,
Bilirsiniz ki, burada ən çox dəyişən 1-dir, ən az dəyişən 2-dir. Demək olacaq 1, sonra biraz daha çox dəyişən 3, sonra 4, sonra 2. 1, 1, 3, 4, 2. Bu belə bir düzülüş yarada bilərik. 1, 3, 4, 2. Görək variantlara baxaq. 1, 3, 4, 2 varmı? 1, necə idi düzülüş? Baxaq. Demək, ən çox dəyişən 1. Ha, yox, 1, 4, 3. 1, 4, 3. Çünki birdən sonra daha çox dəyişən budur da. Çünki azalma sırası deyibsə 1, 4, 3, 2. 1, 4, 3, 2. 2-də hansında var? 1, 4, 3, 2 Y variantı. 89-cu suala baxırıq. Demək, deyir ki, Apennin yarımadası və Koreya yarımadasında uyğun gələn müvafiq illik yağıntı qrafikimizdən. Bu yağıntı sözü vacib, buna fikir verin. Demək, Apennin yarımadası İtaliyanın yerləşdiyi yarımadadır. Bu subtropik iqlim quşağının aralıq dəniz tipidir. Bilirsiniz ki, subtropik iqlim quşağının aralıq dəniz tipinə yayda tropik iqlim quşağının təsiri ilə isti quru olur. Qışda isə mülayim gəlir deyə yağıntılı olur. Yəni, bu ağ sütunlar yay aylarında aşağı olmalıdır. Görüşdə A variantı elə belədir. Amma Koreya yarımadasında yerləşən bu rəng, bu sütunlar isə musson iqlimində yerləşir. Musson küləklərin təsirinə yayda musson küləkləri okeandan quruya əsdiyinə görə bu hissədə yayda çox yağış yağır. Qışda isə qış mussonu qurudan suya əsdiyindən yağıntının miqdarı az olur. Yəni ikincidə isə orta dik olmalıdır. Elə A variantına baxanda görünür. Demək, Apennin yarımadası subtropik deyil, onun yayı quraq, qışı yağıntılı keçir, qış ayları dikdir. O birində isə, demək, Koreya yarımadasında isə orta hissələr dikdir, çünki musson iqlimində yayda çox yağış yağır, qıraq hissələr isə çökəkdir. Bu belə bir vəziyyətdir. Görünür ki, bizim dediyimiz fikirlərə yalnız burada A variantı doğru gəlir. Növbəti suala baxaq. Verilən qrafikin hansı şəhər və iqlim tipi üçün səciyyəvi olduğunu müəyyən edin. 90-cı sual. Baxaq. Temperatur 0-30 arasında yaxud 5-25 arasında dəyişirsə, ümumiyyətlə bir şey yadda saxlamalı. Bu iqlim qrafiklərində bu var, demək, temperaturun, yağıntının illik miqdarı göstəriciləri. Sizin hansı tədris vəsaitində oxumusunuzsa qrafikləri olub. Dərslərində də təbii ki, söhbət gedib. Daha çox 5-25 arasında temperatur dəyişir. Amma ən kənar həddi 0-30-dur. Yəni 0-dan aşağı 30-dan yuxarı ola bilməz. Subtropik iqlim quşağının çox vacib özəlliklərindən biri də odur ki, yayda tropik hava kütləsi təsir göstərir deyə, bura subtropikin aralıq dəniz tipidir. Yay aylarında çox quraq olur. Görürsünüz, yay sütunları güdədir, amma qış sütunları aylara baxın, yanvar, fevral, mart, bu tərəfdə noyabr, dekabr. Qış sütunları isə biraz daha hündürdür. Demək ki, burada subtropik iqlim quşağının aralıq dəniz tipindən gedir, o da Afina düz gəlir. 90-cı sualda həll elədik, keçək 91-ci suala. 91-ci sualda deyir ki, dəniz mərhələsinə aid olan sxemi müəyyən edin. Dəniz mərhələsi nə deməkdir? Dünyada dənizin sahəsinin böyüdüyü mərhələ. Birdə deyir ki, qurunun sahəsinin azalması. Qurunun sahəsinin azalması düzdür, canlı aləmin inkişafının zəifləməsi. Quru sahəsi azalanda, quruda yağıntının miqdarı artdığı canlı aləmin inkişaf edir, əksinə bu səhvdir. Dənizin quruya doğru hərəkəti düzdür, sonda isə səth örtüyünün soyuması. Niyə soyusun? Çünki bu səhvdir, çünki suyun xüsusi istilik tutumu böyükdür. Əgər dənizin sahəsi böyüyəcəksə, dünyanın temperaturu artacaq. Qurunun genişlənməsi səhvdir. Bu dəniz transqressiyasında su böyüyür. Dəniz mərhələsində suyun böyüməsindən söhbət gedir. Dəniz transqressiyası baş verir. Səthdən əks elətdirmək qabiliyyəti yüksəlir. Çünki su böyüyüb axı. Su böyüyəndə nəticədə demək, səthdən əks etdirmə qabiliyyəti azalacaq. Çünki su daha çoxudur. İqlim istiləşəcək və rütubətləşəcək. İsti rütubət olanda da həmişə canlı aləm yaxşı inkişaf edir. D variantı cavabıdır. Temperaturun kəskin artması bu biraz doğru deyil. Çünki buludlu iqlim olur deyə çox da kəskin arta bilməz. Növbəti suala baxaq 92-də görək nə deyir. Biraz kiçildim sualı. 92-ci sualda deyir ki, Euler-Venn diaqramına uyğunluğu müəyyən edin. Subarktik iqlim quşağı, subekvatorial və subtropik, hamısı var. Öz hava kütləsinə malik deyil. Bundan əvvəlki testlərdə biz o barədə çox danışdıq. Adında sub olan iqlim quşaqlarının öz hava kütləsi olmur. Yəni A ortaq cəhətdə 4-ə gedər. A 4-ə gedərsə 3 variantı biz çıxa bilərik. Variantı çıxmadan birbaşa da yaza bilərik. Sadəcə həll etmək üçün deyirəm. İqlimin şəraitinin əlverişsiz olması ilə seçilir. Çünki onu mən çıxsam da, lap cavabı tapsam da sual axıra qədər işləyirəm onsuzda.
Gördüyünüz kimi də, yəni iqlim şəraitinin əlverişsiz olması ilə seçilir. Subarktik, bəli, subarktik soyuq iqlimdir. Əlverişsiz bir iqlimdir. Ona görə də 1-ə də B gedər. 1-ə B gedərsə bu iki variantdan D variantı da çıxar. Demək doğru cavab olacaq B variantı. Amma biz təbii ki dayanmırıq, sualı həll edirik. Arnhem-Land və Cape-York yarımadaları subekvatorial iqlim quşağında yerləşir. Uşaqlar, bura ekvatorialdır. Bir pillə aşağıda Arnhem-Land, bir də Cape-York yarımadası isə təbii ki subekvatorialdır. Ona görə də C-də 2-yə gedər. Bizim variantımızda da o elədir. Gördüyünüz kimi. Daha doğrusu demək C Arnhem-Land Cape-York yarımadalarında yayılmışdır subekvatorial. C 2-yə gedib. 2-yə C, hə, bizim variantımızda 2-yə gedib, bəli. Sonra keçdik. İqlim tiplərinə bölünür. Subtropik iqlim quşağının yalnız tipləri var. D də buradadır. Yəni 3-ə də D gedib. Doğru cavab B variantı. 93-cü sual. Mülayim dəniz tipi bir də subtropik iqlim quşağının aralıq dəniz tipi. Burada əsasən Avrasiya materikində mən o göstərərək danışıram. Mülayim dəniz tipi bura, aralıq dəniz tipi bura. Başqa ərazilərdə də yayılır. İndi hamısını göstərsəm biraz qarışar. Şimal yarımkəsinin ərazisində daha geniş sahədir. Bəli, şimal yarımkəsində iqlim quşaqları böyük ərazidir. Çünki quru sahəsi böyük ərazidir. Bu hər ikisinin ortaq cəhətidir. 3-ə 1 gedəcək. Növbəti suala baxaq. Deyir ki, subtropik iqlim quşağının iqlim tipidir. Bəli, əlbəttə ki, aralıq dəniz tipi 2 bura gedir. Sonra temperatur illik amplitudu kiçikdir. Mülayim dəniz tipində hava buludlu, yağıntılı olduğuna görə illik amplitud bir o qədər çox deyil. Təxminən 10-15 dərəcəli amplitud var. 3 burada. Sitrus meyvəsili aralıq dənizinin xarakterik bir demək, əkinçilik sahəsidir. 4 aralıq dəniz tipinə gedər. Sonra baxaq. Yağıntıların miqdarı il boyu təxminən bərabər paylanırsa, təbii ki, bu mülayimin dəniz tipi olacaq. 5 bura yazırıq. Sonuncu olaraq isə Avrasiyadan şərqdən demək, şərqə doğru, hər ikisi şərqə doğru get-gedə daha kontinental tiplərlə əvəz olunur. Məsələn, mülayim dəniz tipindən sonra mülayim kontinental, kəskin kontinental gəlir. Subtropikin aralıq dənizindən tipindən sonra kontinental, daha sonra isə musson. Burada da musson var idi. Yəni içəriyə doğru getdikcə, materikin mərkəzi hissəsinə doğru getdikcə kəskinləşir, kontinental tip olur. Bu 6-cı bənd hər ikisinin ortaq cəhətdir. Ona görə də bunu biz tam ortaya yazarıq. 6 bura. Demək belə olacaq. 3 5 2 4 1 6. 3 5 2, 4, 1, 6-da təbii ki, təkcə Y variantında var. Növbəti suala baxaq. 94-cü sual. 94-cü sualda deyir ki, Eyler-Venn diaqramı əsasən uyğun bəndləri müəyyən edin. Ekvatorial iqlim quşağı söhbət buradan gedir. Bir də tropik səhra iqlimi, o da ki, bu hissələrdə. Bir də cənubda qərb hissələrdə, hə, burada da elə qərb hissədə vardı, səhra iqlimləri olan əraziləri Avstraliyanın mərkəz və qərb hissəsi. Mən onları demək olar ki, hamısını işarələdim. Bir ekvatorialı fərqli eləyim ki, biraz fərqin tuta bilək. Demək, rütubətli əmsal vahiddən böyükdür. Demək ki, çox yağıntılı bir iqlimdən söhbət edirsiniz. Təbii ki, ekvatorialdan söhbət gedir. İl ərzində isti və quru iqlim xarakteri. Əgər qurulsa, demək tropikdir. Çünki tropik iqlim quşağı belə bir iqlimdir. Avrasiya materikində Hind okeanı sahillərində formalaşmışdır. Hind okeanının sahillərində tropik səhra iqlimi formalaşıb. Burada həm Ərəbistan yarımadası, həm də Tar səhrası var. Ona görə də Avrasiyanın Hind okeanı sahilində formalaşan tropik səhradır. Ona görə 3 də buradadır. Sonra il boyu eyni hava kütləsinin təsirinə məruz qalır. Bunlardan heç biri keçid iqlim quşağı deyil. Yəni adında sub sözü yoxdur. Subekvatorial, subtropik, subarktik. Yəni bu sub olmayanda əsas iqlim quşağı olur. Ona görə də bu il boyu eyni hava kütləsi əsas iqlim quşaqlarına aiddir. Bu ortaq xüsusiyyətdir. Sutkalıq temperatur amplitudu çox yüksək olan, çox yüksək, demək 2-yə baxaq il ərzində isti və quru xarakteri bu düzdür. 3 dənə də Avrasiya və Hind okeanı sahillərində formalaşır, düzdür. Sonra demək, il boyu eyni hava kütləsi təbiqində dedik. Sutkalıq temperatur, bunu saxlayın, əməlli baxacaq buna. İqlim şəraiti meşə landşaftının yaranması üçün əlverişlidir. Ekvatorialdan təbii ki, söhbət gedir. 6 da burada. Burada 1-5 qalır. Sutkalıq temperaturu çox yüksəkdir. Bu tropik səhra iqliminə xarakteridir. 5-i buraya yazaq. Yəqin ki, ortaq cəhətlərdən birini hansısa ortaya yazmışıq. Demək. Hə, burada 3 buradan çıxacaq, buraya yazılacaq. Nəyə görə? Çünki burada həm tropik səhra iqlimi Hind okeanının sahilində yerləşir, həm də burada ekvatorial iqlim. Hər ikisi Hind okeanına görə görürsünüz ki, sahildə yerləşir. Ona görə də hər ikisinin ortaq cəhəti 3 ortada olmalı idi. Doğru cavab olacaq 1 6 2 5 3 4. 1 6 2 5 3 4 hardadır? Y variantında.
Növbəti, Euler-Venn diaqramına əsasən uyğun ədləri müəyyən eləyin. Demək. Bizə deyir ki, ekvatorial iqlim bir də mülayim dəniz tipi. Ekvatorial iqlim bax bu qırmızı olan ərazi, mülayim dəniz tipi isə əsasən Qərbi Avropada yerləşir, amma bəzi digər ərazilərdə də var. Həmin əraziləri mən işarələyirəm sizin üçün. Burada elə adı ilə yazıb olar. Bu hissədə Yeni Zelandiyanın cənubuda var idi. İl ərzində hər gün təkrarlanan hava rejimi bu əsas iqlim quşaqlarının xarakteri xüsusidir. Yəni əgər iqlim sub deyilsə, demək ki, bu əsas iqlim quşaqlarına aiddir. Demək ortaq cəhət olacaq. Sonra Avropanın qərb hissəsində okeanın təsiri ilə formalaşıb. Bundan söhbət gedir. Mülayim dəniz tipi təbii ki, 2 bura yazılacaq. Sonra meşə landşaftı formalaşır. Hər ikisi fikir verin, yağıntılı iqlim, mülayim dəniz, bir də ekvatorial. Ortaq cəhətdə 3 burada formalaşır. İstəsəz mən o meşənin adını da deyə bilərəm. Burada enliyarpaqlı meşələr formalaşır. Ekvatorial iqlim quşağında isə həmişə yaşıl, rütubətli ekvatorial meşələr. Afrikada rast gəlinmir. Afrikada ümumiyyətlə mülayim iqlim quşağı yoxdur. İstəyirsiniz baxaq. Ekvatorial, subekvatorial, subekvatorial, tropik, tropik, subtropik və bitdi, subtropik və bitdi. Yəni Afrikada ən sonuncu şimal iqlim subtropik və ən sonuncu cənub iqlim isə subtropik. Yəni simmetrikdir və subtropikdə bitir. Afrikada rast gəlinmirsə mülayim dəniz tipindən söhbət gedir. İl boyu rütubətli iqlim şəraiti hakim olur. Hər ikisində il boyu rütubətli iqlim şəraiti hakim. Mənimsənilməsi əlverişsiz olan ərazilərə malikdir. Ekvatorial iqlim quşağında mənimsənilməsi sıx cəngəlliklər var. Ona görə də 6 bura gedəcək. İndi ortaq cəhətdə il ərzində hər gün təkrarlanan hava rejimi olur. Hər gün deyirsə bu ortaq olmaz. Çünki mülayimdə fəsillərin aydın növbələşdiyi bir yerdir. Biri bura yazmalıydıq. Burada 5 il boyu rütubətli iqlim şəraiti formalaşır. Hər ikisinin ortaq cəhətidir 5 burada. Demək 1 6 3 5 2 2 4 3 5 1 6 2 4 harda var? 1 6 2 4 3 5 A variantı. Sonra nəyə görə sildim onu? Çünki mülayimin dəniz baxı fəsillərin dəyişdiyi bir iqlimdir. Ona görə də orada olmağı doğru deyildi. 96. Deyir ki, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Tropik iqlim quşağından subtropik iqlim quşağı. İl boyu yüksək dərəcədə enən hava bilirsiniz ki, tropik iqlim quşağının xarakteridir. Çünki enən hava yüksəkdir. Dərsdə keçmişsiniz sadəcə olaraq. Avropanın cənubunda geniş sahə tutan subtropik iqlim quşağının aralıq dəniz tipidir burada. Yəni konkret deyirəm ki, biraz daha aydın olsun. Aralıq dəniz tipi subtropikdən söhbət gedirdi. Qələmi biraz daha qalın. Bu hissə bura. Sonra keçdik, yəni bunu gəzəcək subtropik 2 burada. 2. Sonra Avrasiya materikində tam zolaq əmələ gətirmir. Subtropik tam zolaq əmələ gətirir Avrasiyada, məsələn, baxın burada. Amma tropik gəlir bura, bu hissədə dayanır. Bu hissələr musson iqlimi olur. Musson iqlimin küləklərin təsiri nəticəsində formalaşır. Əmələ gətirmirsə, burada tropikdən söhbət gedir. Afrikanın həm şimal, həm də cənubunda var. Afrikanın şimalında bu hissədə subtropik var, burada tropik. Aşağı hissədə də tropik, subtropik. Yəni həm şimal, həm də cənubda hər ikisi var. Ona görə ortaq cəhət olacaq. 4 ortada. Sonra keçdik, deyir ki, kontinental tipində səhra və yarımsəhra hər ikisinin materiklərin, subtropik iqlim quşağının materiklərin orta hissəsində düşən yerləri kontinentaldır. Orada səhra, yarımsəhralı olur. Məsələn, Avstraliyada bu hissədə var, buralarda var. Tropikindəki səhra tipi ümumiyyətlə bilirsiniz də var. Ona görə də ortaq cəhətdir 5 burada. Sonra keçirik iqlim şəraiti zeytun, bilirsiniz ki, subtropik iqlim quşağı sitrus meyvəçiliyi Cənubi Avropada, xüsusilə burada aralıq dəniz tipində daha geniş yayılıb 6-da bu. Olur ki 1 3 2 6 4 5 Y variantı. 97-ci suala baxacağıq. Demək, deyir ki, uyğunluğu müəyyən edin 97-də. Piriney yayı rütubətli, yayı quraq, bir də bütün il boyu rütubətli. Piriney yarımadası ilə burada Apenini götürəcəm. Çünki bilirsiniz ki, bu hər iki ərazi. Piriney yarımadası, bu da İspaniyadır. Sonra Apenin yarımadası isə burada İtaliyanın yerləşdiyi ərazidir. Subtropik iqlim quşağının aralıq dəniz tipində yerləşir. Burada yay quraq keçir. Səbəb nədir? Niyə görə yay quraq keçir? Çünki yayda isti qonşu, yəni tropik iqlim quşağının təsiri nəticəsində həmin ərazidə hava şəraiti quraq keçir. Bu barədə çox danışdıq biz. 1-4 burada. Sonra bu iki dənə istifadə elədik. Növbəti baxaq. Yay rütubətli, musson iqliminə malik olan, ümumiyyətlə subekvatorial iqlim quşaqlarında və musson iqlim quşaqlarında yay rütubətli keçir.
Mussonda ona görə ki, musson küləklərinin təsirindən okeandan quruya doğru, okean üzərindən külək əsir, yay mussonu. O da rütubət gətirir. Subekvatoriallar ona görə yayı rütubətli olur ki, ekvatorial yayda subekvatorialın yerinə keçir, ona təsir göstərir, yaxud Cənub Amerikasının yayında da cənuba keçir. Yəni belə bir anlayış var. Ona görə də Hindistan həm mussonda, həm də subekvatorial, buna görə bunu götürürük 2. Bir də ki, Cape York yarımadası cənub subekvatorialına düşür. Öz yay fəsli olanda ekvatorial onun yerinə keçib yağıntı yağdırır. Yay rütubətli olana 2 ilə 5 gedəcək. Sonra sonda da bütün il boyu rütubətli. Təbii ki, bu da ekvatorial iqlim qurşağından söhbət gedir. Kalimantan adası, ərazini qeyd edelim. Kalimantan adası ilə Sulawesi adası, budur Sulawesi adasını göstərib. Ona görə də 6 ilə 3-də il boyu rütubətli olacaq. 3-6. Olur ki, 2-5, 1-4, 3-6. D variantı. 98 sualda deyir ki, cədvəldə subtropik iqlim qurşağının mülayim iqlim qurşağı ilə fərqli xüsusiyyəti, subekvatorial iqlim qurşağı ilə oxşar xüsusiyyəti, subarktik iqlim qurşağı ilə isə fərqli xüsusiyyətlərini bizdən soruşur. Demək, mülayim iqlim qurşağı ilə fərqli xüsusiyyəti odur ki, il ərzində eyni hava kütləsinin təsirinə məruz qalır və bu fərqlidir. Çünki subtropik belədir ki, yayda tropikin təsiri altında olur, qışda mülayim. Amma mülayim iqlim qurşağı hansısa hava kütləsinin təsiri altında olmur. Orada il boyu eyni hava kütləsinin təsirində olur. Yəni öz hava kütləsinin təsiri altında olur. Bu baxımdan fərqli xüsusiyyəti. A oxşar xüsusiyyətidir ki, bir neçə iqlim tipi olması, çünki hər ikisində belədir. Buradan B-ni götürürük. Subekvatorial iqlim qurşağı, yəni bir də B olacaq cavab. Subekvatorial iqlim qurşağı ilə oxşar xüsusiyyəti fəsillərdən asılı olaraq suvarma əkinçiliyinə istifadə olunur. Bəli, il boyu eyni hava kütləsi qeyd elədim ki, subla olan keçid iqlim qurşaqlarında il boyu eyni hava şəraiti ola bilməz. Məsələn, subekvatorialda yayda ekvatorialın təsiri altında olur, isti rütubətli olur. Qışda isə tropik iqlim qurşağının təsiri nəticəsində isti quraq olur. Subtropik iqlim qurşağı isə yayda tropikin təsiri ilə isti rütubətli olur, isti quru olur. Qışda isə mülayimin təsiri ilə mülayim rütubətli olur. Yəni onun təsiri altında olur da. Bunlar üçün yəni eyni olmaq doğru deyil. Çıxırıq. Deyir ki, sonra keçdik 3-ə subarktik iqlim qurşağının fərqli xüsusiyyəti subtropiklə. Fərqli daxildə yalnız bir iqlim qurşağına aid olan təbii zona formalaşmışdır. Bu təbii ki, bunun heç birində bir dənə deyil, bu qalır. Yayda demək, ona görə bunu götürmürük. Bu hissədə yayda mülayim hava kütlələri təsir göstərir. Subarktikaya yayda mülayim hava kütləsi təsir göstərir. Amma subtropikaya yayda tropik hava kütləsi təsir göstərir. Bu baxımdan fərqli xüsusiyyət seçməliydik. F-i seçirik. B, C, F, o da B variantında. 99-cu suala baxaq. 99-cu sualda deyir ki, xəritədə eyni meridian üzərində, bir dənə sualı yerləşdirək ekrana sonra davam edirik. Xəritədə eyni meridian üzərində yerləşən birinci məntəqədə ekvator xətti ilə, ikinci məntəqə cənub tropik xətti ilə kəsişir. Xəritədə eyni meridian üzərində yerləşən birinci məntəqə, təsəvvür et ki, 2 dənə məntəqədir, belə, eyni meridian üzərindədirlər. Məntəqələrdən biri birinci məntəqə ekvator xətti üzərində, ikinci məntəqə cənub tropik. Bu da ikinci. İkinci məntəqə bu. Ekvator xətti ilə, ikinci məntəqə isə 23,5 dərəcə cənub enlik xətti üzündən kəsişir. Bu fikrə əsasən uyğunluğu müəyyən eləyin. A variantında deyir ki, Kongo çökəliyi platformanın əyilmə zonasında yerləşir. 2 Amazon ovalığıdır. Yəni bu Amazon ovalığı da Kongo çökəlidir. Hər ikisi ekvatorun üstündədir. Ona görə A deyil. Amazon ovalığı şimal və cənub və qərb yarımkürəsində yerləşir. Bəli, elə də həqiqətən həm də ekvatorun üstündədir. O 1 ola bilər. Bu doğrudur. 2-yə isə La Plata ovalığı qış gün dönümü ərzində günəşin zenitdə olması. Qışda günəş 20,5 dərəcə cənub enlik xəttin üzərində olur. Ona görə bu cavab doğrudur. 1-ə Kalimantan adası, ekvator bu ola bilər. 2 Dragon. Dragon burada əjdaha dağlarına deyirlər, uşaqlar. O da cənub tropik xəttindən çox aşağıdadır. Yəni ona görə də təbii ki, ola bilməz. La Plata ovalığı. 1-də La Plata ovalığı ola bilməz. Çünki axı bir ekvatorialdır. La Plata ovalığı Argentina, Uruguay ərazisində yerləşir. Cənubdadır. Bu ola bilməz. 1-ə Kamerun vulkanı ola bilər Afrika. Çünki ekvatorun üstündədir təxminən. 2-də Namib səhrası
ola bilər bu da, amma yaz gecə gündüz bərabərlik günündə ən uzun gündüzlər müşahidə olunmur. Orada qış gün dönümündə günəş cənub tropikinin üzərində olanda ən uzun gündüz müşahidə olunur. Yəni ərazilər əslində ikisi də düz idi, amma Namib səhrasına aid olan xüsusiyyət səhv idi. Ona görə də doğru cavab B variantı oldu. Digər variantlarda qeyd etdiyim kimi istisna haldır. Euler Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Demək, birə baxaq. Birdə görürsək 270 mm yarım səhra zonasıdır. Mənfi, daha doğrusu müsbət 10-dan 25-ə qədər temperatur dəyişir. Təxminən yarım səhra quru çöl iqliminə bənzəyir bizim ərazidə. Bu isə mülayim kontinental tipinə bənzəyir Şərqi Avropaya. Çünki həm yağıntı miqdarı düz gəlir, həm də mənfi 10-15-dən müsbət 20-yə qədər temperaturu var. Görək sualların təklifləri nədən ibarət? Təkliflərdə deyir ki, birinci təklif, iqlim daha kontinentaldır. Baxanda görür ki, daha az yağıntılı olan birdir. Demək, bu birə aiddir. Yağıntılar əsasən ilin isti dövründə düşüb. Bax, fikir verin, hər ikisində orta aylarda düşüb. Yəni, bizdə bir dənə bu cəhətdən A bəndi yarım səhra quru çöl iqliminə bənzəmədi. İndi çünki baxdım, yağıntı orta hissə dikdir. Hər ikisində orta hissədə yağıntı çoxdur. Demək ki, iki ortaq xüsusiyyətdir. İllik temperatur amplitudu 20 dərəcədən azdır. Temperaturun fərqlənməsi 20 dərəcədən çoxdur. Hər bu 10 ilə 25 arasındadırsa, hə, birinciyə aid olacaq. Çünki 25-dən çıxsaz onu 15 alınacaq. Amma ikincidə mənfi 15-dən müsbət 20-yə qədər, müsbət 18-ə qədər idi. Orada çox böyük fərq var idi. Yəni, burada illik temperatur 20 dərəcədən azdırsa, o temperatur amplitudu. Bu birə aiddir. Yəni, bu üçü buraya yazırıq. Sonra deyir ki, şimal yarımkürəsində yerləşir. Hər ikisinin xəttinin belə olmağı göstərir ki, bəli, onların hər ikisi şimal yarımkürəsində yerləşir. 4 burada. Aqroiqlim ehtiyatları ilə yaxşı təmin olunmuşdur. Yəni, nisbətən, necə deyim, iqlim xüsusiyyətləri əkinçiliyin inkişafına şərait yaradır. İqlimin kontinentallığı, burada bu birin yeri, ikinci yerin səhv atmışıq, bura gedir. Çünki iqlimin kontinentallığı nədən bilinir? Temperatur çox fərqlənirsə, hava çox bulutsuz olur. Hava əgər bulutsuzsa, temperatur da çox fərqlənəcək. Ona görə daha kontinental olan birincidir. Amma burada aqroiqlim ehtiyatları yaxşı təmin olunmuşdur. Yəni, temperaturu nisbətən əlverişli olan 5. Yazırıq 1-ə. Çünki, baxın, normal bir temperatur gedişat var. Amma burada mənfi 15-dən başlayır. Temperatur çox aşağıdır. Bu aqroiqlim ehtiyatları yaxşı deyil. Müsbəti də 20-yə çatmır. Yəni, mənfisi çoxdur, müsbəti az. Ona görə. Sonra çay əmələ gəlmə imkanları daha genişdir. Müqayisədə, yəni yağıntısı çox olan ərazinin çay əmələ gəlməsi şəraiti də biraz çox olur təbii ki. Burada da 529 yağıntı miqdarı 270-dən çox olduğuna görə 6-cı bəndi o hissəyə verəcək. O doğru cavab 3, 5, 1, 6, 2, 4 C variantı. 101-ci suala baxaq. 101-ci sualda deyir ki, görək nə deyir? Xəritə sxemi əsasən cədvəldə verilən doğru xüsusiyyətləri müəyyən eləyin. 1-4-də deyir ki, dekabr ayları bol yağıntı düşür. 4-də baxaq, 4-də bəli, əlbəttə düzdür. Çünki cənub subekvatorialda, ekvatorial dekabr onun üçün yaydı, ekvator keçib yağıntı yağdıracaq. Amma 1-ə baxaq, 1-də musson iqlimidir ya da subekvatorial. Mussonla fikirləşsəz, dekabr qış ayıdır, yay mussonunda, qış mussonunda külək qurudan suya doğru əsəcək. Yağıntı yaranmayacaq, ona görə də bu uyğun xüsusiyyət deyil. Bunu silirik. Birinə düz gəlmişdi, digərinə düz gəlmədi. 5-6-da deyir ki, illik və sutkalı temperatur amplitudu böyükdür. Yəni, çox böyük fərqlənmə var. 6-da bəli, çünki kəskin kontinental iqlimi var. Amma 5-də sutkalıq amplitudu böyükdür, çünki səhra olan ərazidir. Ona görə də onu da çıxarıq. 3-6-da deyir ki, illik temperatur amplitudu böyükdür. Kəskin kontinental iqlimdir, bəli. 3 ilə 6, demək, mülayim iqlim quşağının kontinental tipinə aiddir. Ona görə də 3-ü götürəcəyik. Əgər kontinentaldırsa, onda amplitud təbii ki, böyük olur. Çünki kontinental iqlimdə quraq iqlim deməkdir. Kontinental quraq iqlim şəraitində havada bulud olmadığına görə temperaturda çox böyük fərqlənmələr olur. Bax, bunu biraz yadda saxlamaqda fayda var. Sonra 1-5-ə deyir ki, buxarlama qabiliyyəti yüksəkdir. Əgər temperatur yüksəkdirsə, bəli, yüksəkdir. Biri Hindistandır, biri Şimali Afrika. Hər ikisinin temperaturu yüksəkdir. Yüksəkdirsə, demək, buxarlama qabiliyyəti təbii ki, yüksəkdir. 2-4-də deyir ki, dekabr-fevral aylarında ekvator havanın təsirinə məruz qalır. Bax, biri bu hissədir, bu ərazi, biri də bu ərazi. Cənub subekvatoriyalı dekabr-yanvar ayları həmin ərazi üçün yay olduğuna görə ekvatorial hava kütləsinin təsirinə məruz qalır. Buna görə də demək, yağıntılı olur. 5-də doğrudur. Doğru cavab 3, 4, 5-dən A variantı.
Mən 102-ci sualda deyir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən eləyin. Demək, subtropik iqlim qurşağına mülayim iqlim qurşağının oxşar və fərqli xüsusiyyətlərini Euler-Venn diaqramı üzərində istəyir. Həm şimal, həm də cənub yarımkürəsində bütöv bir zolaq təşkil eləməyinə istəyir. Bu həm subtropika, həm mülayimə aiddir. Həm şimalda, həm cənubda tam bir zolaq təşkili bir ortaq cəhətdir. Sonra 2-də də yayıldığı ərazilərdə daha çox sayda təbii zona ərazisi gəlir. Bu mülayim iqlim qurşağıdır, amma bunsuz da tapa bilərdiniz. Keçməmişsinizsə əgər dərsi. Çünki bundan sonraki dərslərdə də ona görə deyirəm. İl ərzində müxtəlif hava kütlələrinin təsirinə məruz qalırsa, bu subtropikdir. Çünki subtropik iqlim qurşağı keçid iqlim qurşağıdır. Yayda demək tropik iqlim qurşağının, qışda isə mülayim iqlim qurşağının təsiri, daha doğrusu hava kütləsinin təsiri altında olur. Ona görə də il ərzində müxtəlif hava kütlələri dediyi bu subtropika aid olacaq. Avrasiya materikində geniş ərazi tutmaq həm subtropik, həm mülayim belədir. Hər ikisi Avrasiyada geniş ərazi tutub, 4 ortaqdır. İllik temperatur amplitudu daha yüksəkdir. Mülayim iqlim qurşağı bilirsiniz ki, illik amplitudun ən çox olduğu yerdir. Xüsusilə bu Sibir bölgəsi. Ortaq xüsusiyyət yox, 2-yə daha çox, yəni mülayim iqlim qurşağına aiddir. İllik temperatur dedik bunu, daha çox sayda materik üzərində formalaşıb. Subtropik iqlim qurşağı bir dənə Antarktikadan başqa hamısında var, amma mülayim iqlim qurşağı Şimali Amerika, Avrasiya, bir də Cənubi Amerikadadır. Ona görə də bu daha çox dediyinə görə subtropika aid olacaq. 3-6, 2-5, 1-4 isə cavab C variantı. Növbəti sual deyir ki, 2 işıqlanma və 3 və daha çox iqlim qurşağında yerləşən ölkələr. 2 işıqlanma qurşağı olsun, 3 və daha çox iqlim qurşağı. Meksika məsələn 2 iqlim qurşağı, yox bu düz 2 və daha çox olmadı. Qazaxıstan subtropik mülayimə düşür, daha çox mülayimə düşür. Demək olar ki, tam mülayimdir, ola bilməz. Avstraliya bəli, 2 işıqlanma bu, biri budur. Avstraliyadan çünki cənub tropik xətti Avstraliyanın ortasından keçir, yuxarı isə tropik işıqlanma qurşağıdır, aşağı cənub mülayim işıqlanma qurşağıdır, amma iqlim baxımından subekvatorial, tropik, subtropikdir. İndoneziya təkcə tropik işıqlanma qurşağının arasındadır, 2-23'lərin arasındadır, ortadadır. Bu çıxarıq bunu. Braziliya gəldikdə, Braziliyanı kəsir, cənub tropiki Braziliyanı kəsir. Ona görə də Braziliya demək, burada elə bir sanki Braziliya 2 işıqlanma qurşağında yerləşir. Amma iqlim baxımından ekvatorial, subekvatorial, tropik var. Bu düzdür. Rusiyada həmçinin, Rusiyanın şimalında subarktik, arktik, subarktik, mülayim iqlim qurşaqları var. Demək, işıqlanma qurşağı baxımından da qütb işıqlanma qurşağı, bir də mülayim işıqlanma qurşağına düşür. 2-3-6 doğru cavabdır burada. 103 də elədir. 104-cü suala baxırıq. Deyir, il boyu buxarlanma qabiliyyəti yüksək, buxarlanmanın az olduğu iqlim vilayətlərini müəyyən edin. Olduğu ölkələri müəyyən edin. Demək, uşaqlar, əgər buxarlanma qabiliyyəti il boyu yüksəksə, demək, il boyu istidir. Buxarlanma isə yoxdur, azdır. Bəs buxarlanma qabiliyyəti yüksək isə niyə buxarlanma olmayıb? Çünki rütubət mənbəyi olmayıb da, belə qumluq bir ərazi olub, istilik çox olub. Buxarlanma qabiliyyəti bu səbəbdən çoxdur, amma su olmayıb buxarlanmağa. Səhraların olduğu ölkələr doğru cavabdır. Oman, Namibiyadır, bir də Liviya. Oman burada yerləşirdi. Ərəbistan yarımadası, Namib səhrası var. Liviyada, Liviya səhrası şimalda. 2-3-5 doğru cavabdır. Biraz qələmin nazik eləyək. Görürəm, sanki biraz qalın kimi görünür. Aha. Sonra temperaturun illik keçiş qrafikinin aid olduğu ərazi. Bax, fikir verin. -10 ilə müsbət 20 arasında dəyişən qrafik çox da önəmli bir məlumatdır. Mən sizə deyim, ümumiyyətlə bu tipli şeylər önəmlidir. Qrafiklərə aid olan xüsusiyyətlər önəmlidir. Bundan əvvəlki videoda mən onu danışmışdım. -10 ilə müsbət 20 arasında dəyişən Şərqi Avropada mülayim kontinental tipidir. Xüsusiyyətləri bəs nədir? Hansı xüsusiyyətlər buna aid olacaq? Çayların qidalanması qarışıqdır. Qar yağış suları ilə qidalanır. Skala temperatur amplitudu yüksəkdir. O səhralara aiddir. Fəsil dəyişkəni aidi müşahidə olunur. Çünki mülayim iqlim qurşağıdır, həm də şimal yarımkürəsində. 1, 3, 4. Temperaturun illik gedişi qrafikinə bax, fikir verin. Demək, 15-35-ə qədər temperatur gedir. Biz daha yüksək, çox isti bir ərazidən söhbət eləyəcəyik. Yəni tropik səhralardan. Şimal yarımkürəsində yerləşir. Xəttin bu cür olmağı göstərir ki, o şimal yarımkürəsi. Cənub yarımkürəsi olsa belə olardı. Qış ayları olur da Cənub yarımkürəsində bu ayları may, iyun, iyul, avqust. O az olur, amma o bir aylar hündür olur. Ona görə də o deyil. Demək, şimal yarımkürəsində yerləşir doğru cavabda. Aqroiqlim ehtiyatı məhduddur deyir, amma çox yüksəkdir aqroiqlim ehtiyatı.
Bunu çıxaraq səpələnən radiasiya yox, düz radiasiya üstünlüyü təşkil edəcək. Çünki səhradan danışırsınız. Əgər temperatur yüksəksə, demək buxarlama qabiliyyəti də yüksəkdir. Demək 1,4. Fəsil dəyişkənliyi müşahidə olunmur. Olunar, bəli. Cənub yarımkürəsində yerləşsə xətt belə olardı. Ona görə də burada şimal yarımkürəsində yerləşəndə xəttin forması biraz fərqli olur da. Ona görə də fəsil dəyişkənliyi zəif müşahidə olunur, götürəcəyik. Çünki tropik səhralarda elə də güclü müşahidə olunmur. 1,4,5 doğru cavabdır. 107-ci sual. 107-ci sualda baxan kimi dərhal görünür ki, qrafik subekvatorial iqlim qurşağına aiddir. Bəs onu deyə bilər ki, müəllim, nədən başa düşdünüz? Çox asandır. Temperatur yüksəkdir və təxminən stabildir. Demək, əgər bu belə halda ya ekvatorial olardı, ya subekvatorial. Amma ekvatorial olsaydı bütün aylarda eyni qədər yağıntı yağardı. Həm də yağıntının miqdarı da 2000-3000 olardı. Heç biri deyil. Yağıntıda fərq var. Demək ki, subekvatorialdır. Bəs niyə bu hissələrdə, orta hissələrdə yağıntının miqdarı çoxdur, aşağı hissələr, bu qıraq hissələrdə ümumiyyətlə azdır? Çünki subekvatorial iqlim qurşağı özü şimal subekvatorialdır. Niyə görə? Yay aylarında, may, iyun, iyul aylarında ekvatorial hava kütləsi subekvatorialın ərazisinə daxil olub. Ora çoxlu yağıntı verib, nəticədə o hissədə yağıntının miqdarı çox olub. Amma digər aylarda, məsələn, yanvar, noyabr aylarında tropik hava kütləsi gəlib, nəticədə yağıntının miqdarı az olub. Doğru cavab olacaq şimal subekvatorial. Bəs ora hansı ölkələr düşür? Xəritəyə baxsaq dərhal onu görə biləcəyik. Şimal subekvatorialında Hindistan yerləşir. Tayland yerləşir. Hind-Çin yarımadası ölkələrin hamısı aiddir. Bir də Myanma burada var, onlar yerləşir. Demək, Myanma, Tayland, bir də Hindistan. Rəqəmləri 1, 2, 5. 1, 2, 5. Növbəti suala baxaq. Bu 107 idi. 108-ci sual. Baxın, bu ekvatora fikir verirsiniz. Temperatur gedişində elə böyük bir fərq yox idi. Demək olar ki, temperaturları oxşadı bir-birinə. Amma burada baxın, bütün aylarda bərabər miqdarda və yüksək miqdarda yağıntı yağıb. Baxan kimi görünür ki, temperatur 25-dən yüksək düz. Bütün aylarda da yağıntı yağıb. Görünür ki, söhbət ekvatorial iqlim qurşağından gedir. Buna aid olan ölkələri müəyyən edin. Yəni ki, bizə deyir ki, hansı ölkələr ekvatorial iqlim qurşağında yerləşirsə, onları bizə deyin. İndoneziyadır təbii ki, bunu silirəm. Burası Indoneziya, bura ekvatorialdır. Götürəcəm Indoneziyanı. Malayziyanın bir hissəsi düşür bu hissələrdə ekvatoriala, o da cavabdır. Bir də ki, Kongo Demokratik Respublikası burada yerləşir, o da ekvatorialdır. Doğru cavab 3, 5, 6. 109-cu suala keçirik. Deyir ki, buna bu cənub yarımkürəsinə, baxın, fikir verin. Deyir ki, 109 xəritə sıxımında iqlim diaqramına uyğun gələn məntəqələri seçin. Təbii ki, 2-5 deyil. Çünki bu cənub yarımkürəsidir, xətt aşağıya doğrudur. Yanvar ayının temperaturu iyul ayının temperaturundan daha çoxdur. Demək ki, cənub yarımkürəsindədir. Amma cənub yarımkürəsində olub da 3 ola bilməz. Çünki 3-də temperatur bu qədər kəskin fərqlənmir. O subekvatorial da o biraz fərqlənərdi. Belə olardı. Ona görə də 1, 4, 5 bizim sualımızın cavabı olacaq. Cənub yarımkürəsində subtropik iqlim qurşağının Aralıq dənizi tipi olan bölgələr idi bura. Hər üçündə Aralıq dənizi tipi idi. İndi bu qrafiki tərsinə çevirsəz, o yağıntının qırağı dik, orta çökək olar, qıraqlar dik. Temperatur xətti də bu cür olar. Onlar subtropik iqlim qurşağının Aralıq dənizi tipi. Sonra növbəti. Bunu dedimdə 1, 4, 6 idi bunun cavabı. Demək, bu sual neçənin sualı idi? 109, indi 110-a baxırıq. 110-un sual. İqlim diaqramının aid olduğu məntəqələrin yerləşdiyi iqlim qurşağı üçün səciyyəvi xüsusiyyətlər. Bu subarktik iqlim qurşağıdır. Çünki əgər temperatur mənfidən gəlirsə, mənfi 20-lərdən, mənfi 25, 15-dən gəlirsə, 10-a qədər gələndə subarktik olur. 0-a qədər gələndə ola bilsin ki, 0-1-2 dərəcə keçə bilir. Bu zamanda arktik olur. Amma bizim gözümüzün önündə olan qrafik subarktikdir. Çünki biraz 0-dan bir xeyli yuxarı. Yəni 10-a qədər onun temperatur gələ bilib. Demək ki, doğru cavablara baxaq. Antropogen təsir zəifdir, çünki subarktik soyuq bir iqlimdir. Soyuq iqlimdə insan az yaşayır, ona görə bu doğru cavabdır. Sonra havanın nisbi rütubəti çox aşağıdır, əksinə çox nəm havası var. Yayda arktik, qışda isə mülayim, əksinə yayda mülayim, qışda arktik. Rütubətləmə misal vahiddən böyükdür, bəli, böyükdür. Amma deyə bilərsiniz ki, məsələn, yağıntının miqdarı cəmi 442-dir, bəs nətər rütubətləmə misal birdən böyükdür? Yağış əslində elə də çox yağmır, buxarlanma qabiliyyəti çox azdır. Yəni, ümumiyyətlə, yağıntının miqdarını buxarlanma qabiliyyətinə böləndə əmsal biri keçir.
Yay isti, rütubətli. İsti ola bilməz, bu cavab deyil. Bataqlılar Sibirdə geniş yayılıb. 1, 4, 6. 111-ci sual. Mülayim hava kütləsinin subantarktik iqlim qurşağında hakim. Mülayim hava kütləsi subantarktik iqlim qurşağında hakimdirsə, yəni cənub mülayim hava kütləsi subantarktikə keçibsə, demək cənubda yaydır. Demək ki, dekabr, yanvar, fevral aylarından söhbət gedir. Şimalda qış olacaq. Şimal subekvator iqlim qurşağı quraq mövsümdür. Çünki şimal subekvatorialına bu halda tropik gələcək. Soyuq dövrdə qışdır şimalda, ona görə. 2. Cənub yarımkəsində yay fəslidir. 3. Günəş şimal yarımkəsi bu heç. Antarktida qütb gecələridir. Heç yox, qütb gündüzüdür. Hindistan yarımadasında yağıntılı dövrdür. Xeyr, yağıntılı dövr deyil. 2, 3. Antarktidada qütb gecələridir. Yox, Antarktida deyil, burada Arktika yazıb uşaqlar. Arktikada, yəni burada, şimal hissədə. Bəli, çünki günəş cənubda da dedik ki, cənubda yaydır. Ona görə də bəli, o düzdür. 2, 3, 5-dir. Sonra 112-ci sual. 112-ci sualda deyir ki, Aralıq dənizi iqlim tipini musson iqlim tipindən fərqləndirən əsas cəhət odur ki, subtropik iqlim qurşağının Aralıq dəniz tipi yayda tropik iqlim qurşağının təsiri nəticəsində yay isti quraq olur. Qışda yağış yağır. Amma musson iqlimində yayda yağış yağır. Çünki musson küləkləri yayda okeandan quruya əsir. Orada da qışda quraq olur. Çünki musson küləyi qurudan okeana əsir. Bunların yağıntı dövrü fərqli. Yağıntılar əsasən ilin soyuq dövründə düşür. Aralıq dənizi biri bu. Ancaq şimal yarımkürəsində formalaşır. Aralıq dənizi cənubda da var. Musson cənubda yoxdur. Bu deyil. Yalnız subtropik iqlim qurşağında Aralıq dəniz tipi var, amma musson mülayimində subekvatorialın da var. Bu düzdür. Sakit okeanla Avrasiya qitəsi üzərində təzyiq fərqindən yaranırsa, mussondan söhbət gedir. Bu mussonun Aralıq dəniz iqlim tipindən fərqi olardı. Ona görə də götürmürük bunun cavabı. Bizə deyib ki, Aralıq dənizinin ondan olan fərqini götürək. Yay mövsümü isti quru olur. Səbəbi mən sizə izah elədim. Çünki yayda tropik hava kütləsinin təsiri altında olur ona görə. Amma mussonda yayda isti olur, ola bilər, amma quru ola bilməz. Fəsillər ayda müşahidə edilməsi onun ikisinə də xarakteridir. Ona görə çıxırıq. 1, 3, 5-dir doğru cavab. 113-cü suala baxaq. Deyir ki, verilmiş enliklər arasında hansı iqlim qurşaqları yaranmır? Yəni 2-30'ların arasında hansı iqlim? Mülayim ola bilməz. Çünki mülayim 50-60 dərəcə enliklərdir. Lap ən azı 40-45 dərəcə şimal enliyindən üzü yuxarıya başlayır. Ekvatorial ola bilər, çünki ekvatorun üstüdür. Subekvatorial onun yanı da ola bilər. Tropik də mümkündür, subarktik ola bilməz ancaq. Demək, bu sualda 2-5 cavabı düzdür. Yəni, cəmi 2 bənd düzdür. Sonra xəritəsi də var. Yəni, xəritəyə də baxa biləriz. 30 dərəcə paralel təxminən, bax, buralardan keçir təxminən. Biri buradan, digər isə biraz bax, buradan. Yəni, bu arada olmayanlar dedim mən sizə. O 115-ci sualda deyir ki, verilən iqlim diaqramının aid olduğu məntəqəyə uyğun gələn əlamətlərin müəyyən edin. Temperatur 20-30 arasında təxminən stabildir. Yay aylarında çox tempo yağıntı yağıb. Görünür ki, çox isti yerdir və yayda yağış yağıb. Yağıntılar əgər yayda yağıbsa, demək ki, bu subekvatorial iqlim qurşağıdır. Nəyə görə? Özü şimal subekvatorial. Çünki temperatur həm gedişatı belədir, həm də ki, yayda yağış yağıntılı olub. Çünki yayda ekvatorial hava kütlənin təsirinə məruz qalıb. Keçid eləyib də belə deyək. Ekvatorial şimala keçid eləyib ona görə. Yay quru. Yay quru deyil axı. Baxanda görülür ki, yay rütubətlidir. Uyğun gələn soruşub. İyun, avqust aylarında günəş daha kiçik bucaq altında düşüb. Xeyr, səhvdir. Çünki iyun, avqust ayında günəş kiçik bucağın altında düşsəydi, o hissənin temperaturu digər ərazilərə nisbətən çox olmazdı. Yəni, nə bu deyil, nə bu. Venezuela, FVF və Hindistan bu iqlim diaqramının aid olduğu iqlim qurşağında yerləşib. Bəli, çünki hər üçü subekvatorial iqlim qurşağı idi. Bütün fəsillər aydın müşahidə olunur. Xeyr, subekvatorialda 2 fəsil olur cəmi. Ona görə də bu doğru cavab deyil. Bütün fəsillər, yəni 2 fəsil vardır. Bu diaqramın aid olduğu iqlim qurşağı əsasən inkişaf etməkdə olan ölkələrin ərazisinə düşür. Yəni əsasən kəsb boyu. Doğrudan da o hissədə olan ölkələr elə də güclü inkişaf eləmiş ölkələr deyil. Amma yüksək sənaye ölkələri olanlar var, məsələn, çox da kəsb ölkə deyil. Bunu çıxarıq.
Sonra keçdik. Dekabr-fevral aylarında tropik hava kütləsinin təsirinə məruz qalır. Çünki qış ayları olur. Qış ayları olanda da subekvatoriala tropik gəlir. Demək birini götürməmişəm hansısa. Baxaq bir dairdən. Bir yay rütubətli, hə bu düzdür. Bir. Niyə? Çünki dediyim kimi yayda ekvatorial hava kütləsi təsir göstərdiyi isti rütubətli olur. 1, 3, 6 doğru cavabdır. 116-cı sualda deyir ki, xəritə sxemdə rəqəmlərə əsasən yağıntının əsas hissəsinin iyun-avqust aylarında düşdüyü məntəqəni müəyyən eləyin. İyunda yağış yağsın. Nəyə görə? Biri 1-dir, biri də 4-dür. Bunlar cavabdır. Bunu deyim, sonra davam edərik. Nəyə? Bir də 6 olacaq. Səbəblər. Keçdik. 1 şimal subekvatorialdır. İyuni yaydır. Yayda ekvatorial keçər. 4 mussondur. Yayda musson küləyi okeandan quruya əsib rütubət yaradar. 6 cənub yarımkürəsində subtropik iqlim qurşağının aralıq dəniz tipidir. İyun onun üçün qışdır, qışda da mülayim gəlib yağıntı yağdırar. Ona görə də 1, 4, 6 doğru cavab olacaq. 117-ci suala baxaq. Xəritə sxemdə rəqəmlərə əsasən verilən iqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi iqlim qurşağının yayıldığı əraziləri müəyyən eləyin. Baxaq. Hə, bu cənub yarımkürəsindən söhbət gedir də uşaqlar. Baxan kimi görünür və cənub burada dərhal görünür ki, 2, 4, 6-dır. 2, 5, 6-dır cavab. Bəs niyə belə dərhal? Çünki bir şimaldır, bunu çıxırıq, daha doğrusu 3 şimaldır, çıxırıq. Elə olsa temperatur xətti bu cür olardı, yəni aşağı olmazdı. Bu bir ekvatorialdır. Ona aid olsaydı düz olardı. O da deyil. Qaldı 3 dənə cavab. 4 də ekvatorialdır. Orada da belə düz olardı. Bəs niyə biraz daha izahın dərinliyinə varsa, 2, 5, 6 cənub subekvator iqlim qurşağıdır. Cənub subekvator iqlim qurşağında iyun, iyul, avqust ayları qış ayıdır. Qışda da tropik hava kütləsi təsir göstərir deyə quraq olur. Amma yanvar, noyabr, dekabr, yanvar, fevral ayları cənub üçün yaydır deyə ekvatorial daxil olur və yağıntı çoxalır. Bu bir. İkincisi xəttin orta hissəsinin aşağı olması da göstərir bunu. Sonra xəritə sxemdə göstərilən məntəqələrin yerləşdiyi iqlim qurşaqlarının oxşar əlamətləri. Demək, mülayim iqlim qurşağıdır, ekvatorialdır, bir də mülayimdir. İkisi mülayimin dəniz tipidir bu iki dənə. Digər iki dənə isə ekvatorial iqlim qurşağıdır. Bunların bənzər xüsusiyyətləri. Çayların səviyyəsi il ərzində az dəyişir. Çünki həm mülayimin dəniz tiplərində yağıntı miqdarında ciddi dəyişiklik olmur, həm də ki ekvatorialları belədir. Yağıntının payı ümumiyyətlə üstündür deyə səpələnən radiasiya da çox olur. Çünki bir yer əgər yağıntılı iqlimə maliksə, onda həmin ərazi təbii ki səpələnən radiasiya olacaq. Ağrı iqlim ehtiyatları zəif təmin olunub, ekvatorialda zəif deyil. Daimi küləklər bu yeniliklərdən başlar. Bunların hər ikisi alçaq təzyiq sahəsidir. Ekvatorialda mülayimdir. Alçaq təzyiq sahəsindən külək başlamır. Bura külək gəlir. Ona görə bu ola bilməz. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasında fərq azdır. Çünki bura yağıntılı bir ərazidir, nəm bir ərazidir deyə buxarlanma qabiliyyətinə yaxın bir buxarlanma baş verir. Yağıntıların il ərzində paylanmasına kəskin fərq yoxdur. Yəni təxminən yağıntılar bərabər paylanır. 1, 2, 5, 6 doğru cavabdır. 119-cu sual. 119-cu sualda deyir ki, demək, 40 dərəcə şimal eni 130 dərəcə qərb uzunluğundan havaya qalxaraq, əvvəlcə şimal azimutla, sonra isə istiqamət dəyişmədən 180 azimutla bu qədər, 11100 km uçan təyyarə, indi məntəqəyə aid olan, gəlib Bakı şəhərinə çatacaq. İstəyirsiniz izahı mən sizə deyim, o necə baş verir. Təsəvvür edin ki, bura yer kürəsidir. Bax, belə bir yer kürəsi burada çizaq. Niyə yazmadı? Hə, aşağıya çür ona görə. Belə bir yer kürəsinin bir sxemin quraq. Deyir ki, 130 dərəcə qərb uzunluğu. Bura bir 130 yazacağım. 130 dərəcə qərb uzunluğu və 40 dərəcə şimal eləyib. Bax, burada yerləşir məntəqə. Şimal qütbünə doğru gedib, sonra isə oradan cənuba doğru gedib. Ümumilikdə bu trayektoriya üzərində 11100 km məsafə qət edib. Sonra 111-ə bölsə cavab 100 çıxar. İndi bilirsiniz ki, burada qütb var, qütbdə 90-dır. 40-dan 90-a nə qədər var? Təbii ki, 50 dərəcə. Bəs 90-dan aşağıya nə qədərdir? Bu dəfə 50 çıxacaqsınız, 40 dərəcə şimal eləyir. Demək ki, qütbə qədər 50 dərəcə, qütbdən sonra yenə 50 dərəcə. Onda gəlib çıxdınız bu hissəyə. Bura haradır? 40 dərəcə şimal enlidir. 130 meridianın tərsinə gəlib düşmüsünüz. Təbii ki,
bilirsiniz ki, Greenwich meridianından sonra elə bir ədəd yazmalısınız ki, 50 ilə 130-u toplayanda 180 versin. Yəni əks meridianı 150 olacaq. Demək gəlib sizin çatdığınız məntəqə 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu olacaq. İndi baxaq gör, yəni Bakıdan söhbət gedir də, Bakının olduğu ərazi. Bakının olduğu əraziyə bəs hansı xüsusiyyətlər uyğundur? 3-cü sayı quşağı düzdür. Çünki 50 dərəcə şərq uzunluğu 115-ə bölsəz 3 çıxar, qalıqda 5 qalar, qalıq 7.5-dən kiçik olduğuna görə 3-cü sayı quşağı. Qərb yarımkürəsi yox, şərq yarımkürəsi, Atlantik okeanı yox, Xəzərin sahillərindədir. Subtropik iqlim quşağıdır. Bir də bəlkə də keçməmisiz, amma yarım səhra landşaftı geniş yayılıb. 15 yox, 3-cü sayı quşağı. 1, 4, 5 bu suala cavabdır. Növbəti suala baxaq. 120. 120-də deyir ki, 70-də bənzər bir sualdır bu da. Siz onu sağ tərəfdə geniş mən izah edeyim. Bir yer kürəsi sxemi çəkək. Əvvəlcə harada yerləşir baxaq. Demək, məntəqə yerləşir 70 dərəcə şimal enliyində, 70 şimal enliyində. Bir də 10 dərəcə şərq uzunluğunda. Hə, yox, o tərəfdə. Bunu silək. Demək, 10 dərəcə 70 dərəcə şimal enliyində, 10 dərəcə şərq uzunluğunda. Buradan hərəkətə başlayır və hərəkətə görə əvvəlcə şimala gedir, şimala doğru. Düzdür? Sonra isə cənuba doğru yönlənir. Şimaldan cənuba doğru gəlir. Və ümumilikdə 9990 kilometr məsafə qət eləyirsə, 111-ə bölsəz 90 dərəcə eləyəcək. Şimal qütbünə qədər sizin, birisi qütb 90-dır. 90 dərəcə gedəcəksə, 20-sini geçsəz çatarsınız 90-a, çünki 70 isə 20, 90. Qalır orada 90 dərəcə gedəcəyiz, evlə tapmışdıq. 20 çıxsaz 70 dərəcə eniş eləyərik. 90 çıx 70 bərabərdir 20 dərəcə şimal enliyi. Yekunda çatdığınız ərazi olacaq 20 dərəcə şimal enliyi. Bunu tapdıq ekvator aşağıda. 20 dərəcə. 10 dərəcə şərq uzunluğunun əksinə getmişsinizsə, bu Greenwich meridianı var da, bilirsiniz burada. Əksində 170 qərb uzunluğu yerləşir. Çünki bunun ikisini cəmi 180 verməli. Demək, sizin çatacağınız son məntəqənin koordinatı 20 şimal enliyi, 130 qərb uzunluğudur. Bəs bura hansı əlamətlər aiddir? Arktik yox, ekvatora tərəfdir. Günəş ildə 2 dəfə zenitdə olur, çünki 2-23-ün arasında yerləşir ona görə. Mülayim yox, tropik işıqlanma quşağıdır. Ekvatora qədər olan məsafə 2220 kilometr. Çünki ekvator sıfırdır, bu 20. Arada 20 dərəcə var. 111-ə vuranda 2220 kilometr alınır. Doğrudur. Hava adaları, bəli, 170 qərb uzunluğu, 20 şimal enliyində. Doğrudan da yerləşir, qütb gecikdiniz ola bilməz. 2, 4, 5 doğru cavab. 121-ci suala baxaq. Greenwich meridianı hesablama tipli bir sual. Greenwich meridianından, yekşəsini bir şəklini çəkək sxemin. Greenwich meridianından 40 dərəcə şimal enli, olsun ekvator. Bu da Greenwich meridianıdır, 40 dərəcə şimal enli. Bax, buradan 90 dərəcə, 40 dərəcəli paralel belə. 90 dərəcəli azimutla, yəni ki, üzü şərqə tərəf, Greenwich meridianından şərqə tərəf o belə. 8540 kilometr məsafə qət eləyib. 8540 kilometri 85,4-ə böləcəksiniz. Çünki 40 dərəcə paralelin üzəri ilə hərəkət edirsiniz ona görə. Oradan cavab 100 dərəcə çıxacaq. Belə çıxdı ki, 0 meridiandan 100 dərəcə kənarlaşdınız. Təbii ki, gəlib çatacaqsınız 100 dərəcə şərq uzunluğuna. Yəni çatdığınız uzunluq 100 dərəcə şərq uzunluğudur, xətt. Paralel amma dəyişmir. Çünki həmin paralelin üzəri ilə gəlmişsiniz. 40 dərəcə şimal enliyi, 100 dərəcə şərq uzunluğu. Həmin ərazinin koordinatını soruşur bir düzü. Bakı ilə yerli vaxt fərqi yoxdur. Var. Çünki Bakı 50 dərəcə şərq uzunluğudur. Bu 100. Arada 50 dərəcə fərq varsa, demək yerli vaxt fərqi də var. Bakıdan ən qısa məsafəsi 4270 kilometrdir. Bəli, bu doğrudur. İsbatı budur ki, Bakı yerləşir 50 dərəcədə, amma bu 100 dərəcədir. Bu arada 50 dərəcə məsafə var. 50-ni də vursaz 85,4-ə, çünki 40 paralelin üstündəsiz. Cavab doğrudan da 4270 kilometr alınır. Vursaz, vurun yoxlayın alınacaq. Mülayim işıqlanma quşağında, çünki 40 paraleli yerləşir 23,5 ilə 66,5-in arasında. Bu ərazilərsə təbii ki, bilirsiniz ki, mülayim işıqlanma quşağı adlanır. İqlim yoxa. Sonra keçdiyimiz son ola bilməz yüksək inkişaf etmiş ölkə ərazisində. Yaponiya nəzərdə tutursa, ora qədər gedib çatmaz. Yaponiyanın çünki biraz daha uzaqdır. Sonra növbəti bir sual. Hesablama tipli suallar oldu bu aralar. Demək, burada nə idi cavab? 1, 3, 4 idi.
Sualı deməmişdi, ona görə dedim. 122-ci sualda deyir ki, Greenwich meridianından, bu yer kürəsi bu. Greenwich meridianında bilirsiniz ki 0 dərəcəli meridiandır. Greenwich meridianından 40 dərəcə şimal enliyi üzrə, bu ekvator olsun, 40 dərəcə şimal enliyi üzrə, yəni buradan başlasaz, üzü 90 azimutla, bayaqki suala bənzətdim mən bunu. Şərqə doğru, demək 4270 kilometr məsafə qət eləsəz, 4270-i böləcəksiniz 50-yə. Çünki deyir ki, yox. Böləcəksiniz bunu 185,4-ə. Cavab çıxacaq 85,4. Cavab çıxacaq 50 dərəcə. Çünki böləndə elə çıxır. Bu sıfırdırsa, siz gəldiniz, çatdınız 50 dərəcəli paralelə. Meridiana daha doğrusu, bura. Bəs paralel üz nə idi? 40 dərəcə şimal enliyi. Yəni siz Bakı şəhərindəsiniz. 50 şərq uzunluğu yerləşir. Altın saat quşağı deyil. İsbatı odur ki, 50 meridiana çatmısınız. 50-ni 15-ə bölsəz, cavab çıxar 3. Qalıqda da 5 qalar. 7 onda 5-dən kiçik deyəni atırsınız, doğru cavab 3-cü saat quşağı alınır. Bu heç. Burada deyir ki, yox, bu davam var imiş. 6 saat quşağının orta meridian ilə arasındakı ən qısa məsafə 3416 kilometrdir. 6-cı saat quşağının orta meridianı 6 vur 15 90-dır. Amma bu neçə idi? 50. Arada 40 dərəcə var. 40-ı vururuq 85,4-ə. Cavab eləsə onda düzdür. Baxaq, yoxlayaq. Demək. Nə edəcək? 40-ı vuracaq 85,4-ə. 85,4 yazaq, tez vuraq 40-a. Yəni ki, 0,1 vergilə getdi 4-ə. 4, 4, 16, 6 yazırıq 1 yadda. 21 yadda, 21, 1, 2 yadda, 32, 2 yadda, 34. 3416. Bəli, doğrudur. Alındı. Sonra yay ayları rütubətli keçir. Yayda Bakıda isti quraq olur. Çünki subtropik iqlim qurşağıdır. Platforma deyil, Bakı seismik sistemdədir. Mülayim işıqlanma qurşağında 23-66-nın arasında yerləşir. Bu doğrudur. Londondan vaxtımız 5 saat 20 dəqiqə deyil. Çünki bu ərazi Bakıda, ona görə vaxtımız sözünü işlədirəm. Çünki London 0-dır, Bakı 50. Arada 50 dərəcə var. 50 dərəcə 3 saat 3:15:45 eləyir. Gerdə qalır 5 dərəcə, 5-də 4-ə vuranda 20. 3 saat 20 dəqiqə eləyir, yəni 5 saat yox, səhvdir. 1, 2, 5 doğru cavabdır. Səliqəli yazsaq 1, 2, 5. Sonra 123-cü sual deyir ki, sxemdə göstərilən istiqamətdə əsən küləklər bu ərazilərdə hansı dəyişikliklərə səbəb ola bilməz? Nəzərə alın ki, sahildən isti okean cəryanı keçir. Bu küləklər üzü, görürsünüz ki, burada 2 dənə dağ var da, üzü dağa doğru hərəkət edəndə qalxan hava şəraiti buludlu, yağıntılı hava şəraiti iqlim yaradacaq. Hava şəraiti buludlu olacaq, yağıntılı. Görək nə ola bilməz? Sahildə isti və quru ola bilməz, yağıntılı olacaq. Sukalıq temperatur amplitudu aşağı salacaq, çünki bulud olanda elə olur. Düzü çıxırıq, çünki aid olmayanı bizdən istəyir. Bizdən səhv istəyir də, belə deyək. Yamaclarda zəngin bitki örtü yaranmasına təsir edər, bəli, eləyər. Onu götürür. Rütubətli hava şəraiti yaradar, bəli. Yamaclarda yağıntıların miqdarı azalmaz, əksinə artar. Çaylarda sular, bulaqlar qurumaz, əksinə aşar, daşar, çoxalar. 1, 5, 6 doğru cavab. Sonra 123 idi deyəsən o sualın nömrəsi. 124-də. Bu subtropik iqlim qurşağının Aralıq dənizi tipinin qrafikidir. Bunu siz öyrənməliydiniz bu testi yazana qədər. Əgər öyrənməmisinizsə, bəri başdan deyim ki, Aralıq dənizi tipində 0 ilə 30-un arasından temperaturun gedişatı çıxmır. Yəni o arada olur. Əsasən 5-dən 25 arasında, 26-27 arasında dəyişir. Biz buna çox vaxt 0-30 hüdudu deyirik. Yəni bu hüdudda. İkincidəki subtropik iqlim qurşağından mən sizə danışmışdım o barədə. Çox bugün o barədə danışdım. Bundan əvvəlki testdə də biz danışmışdıq. Subtropik iqlim qurşağının Aralıq dəniz tipinə yayda tropik hava kütləsi təsir göstərdiyini, yay ayları görürsünüz quraqdır. Qışda mülayim hava kütləsi təsir göstərdiyini, qış ayları, yanvar, noyabr, dekabr aylarında yağıntının miqdarı çoxdur. Aid olmayan söz soruşur. Yəni subtropik iqlim qurşağına bu əraziyə aid olmayan. İl boyu eyni hava kütləsinin təsirinə məruz qalmır. Yayda tropikdir, qışda mülayim. Qırmızı qonur torpaqlar geniş yayılmamışdır, o savannaya aiddir. Keçməmsiz, amma var idi. Demək məcburiyyətindəyəm, çünki o var. Amma keçməyini, yəni təkrarda deyilsizsə bu testi, bu videonu dinləyərkən, demək keçməmisiniz. Bundan da sonraki bölmədir. Codyarpaqlı meşə və kolluqlar orada yerləşir. Bu doğrudur, amma doğrunu istəməmişdi. Dəmiyə əkinçiliyi ola bilməz, çünki yayda tropik gəlir, isti quru olursa orada necə dəmiyə əkinçiliyi ola bilər? Dəmiyə əkinçiliyi o deməkdir ki, yəni əkirsən suarmağa ehtiyac olmur. Yağıntı kifayət qədər bəs eləyir. Qış ayları bol yağıntı, yay isti quraq keçir. Çünki qışda
mülayim hava kütləsi təsir edir. Yayda tropik. Ona görə yay isti quru, qışı mülayim yağıntılı olur. Cənubi Avropalarda rast gəlinir, amma bizdən uyğun olmayan deyirdi. Təmin əkinçiliyi burada götürəcək. Bir anlıq mən bunu unuttum. Demək, uyğun olmayanı bir də 4 idi. 3 uyğun idi, 5, 6 uyğun idi. Ona görə də burada cavab olacaq 1, 2, 4. 25-ci sual yenə də subtropik iqlim quşağının aralıqdan. Bu dəfə səciyyəvi xüsusiyyətləri soruşur. Materikin şərq sahillərində yox, görürsünüz Avrasiya materikinin qərb sahillərində. Bütün ümumiyyətlə materiklərdə qərb sahilləri, Aralıq dənizi dövrəyə alınan, dairəyə aldığım sözlərin içində Aralıq dənizi sözü var. Fikir verin. Demək, materiklərin şərq yox, qərb sahillərini istəyir. Podzol torpaq ola bilmək keçməmisi, coğrafiyal meşə və kolluq olur. Yenə keçməmisi, suvarma əkinçiliyi inkişaf eləmişdir. Biraz keçmədiyiniz məsələlər çoxdur sözün açığı. Bir də 6-dır, fəsil dəyişkənliyi çox müşahidə olunur. Ona görə birbaşa direkt demək məcburiyyətində qaldım. İzahını vermək biraz çətindir, çünki mövzu biraz daha sonraki mövzudur. Düzgün fikirləri müəyyən eləyin. Deyir ki, şimal yarımkürəsində hava kütlələri yayda qütb, qışda isə ekvatora doğru hərəkət edir, bəli. Çünki cənubda da elədir. Çünki günəş yuxarı gedəndə məsəl üçün ekvatorial, subekvatoriala, tropik, subtropikə, mülayim subarktika keçir. Cənub tropik, cənub subekvatoriala, cənub mülayim, cənub subtropikə belə-belə də yəni. Sonra keçdi. Antarktida cənub subantarktika keçir. Yerinə keçir. Günəş aşağı gələndə də tərsinədir. O belə-belə hərəkətlər olur. Bu doğrudur. Sonra ekvator və qütb enliklərində səpələnən radiasiya üstünlük təşkil edir. Ekvator həq qütb yox. Çünki qütb elə də buludlu, yağıntılı bir ərazi deyil axı ki, orada səpələnən radiasiya üstünlük təşkil eləsin. Ona görə də bu 2 çıxacaq. Mülayim hava kütlələri il boyu mülayimdə qalır. Yayda subarktika keçir şimala doğru. Günəş yuxarıya doğru hərəkət edəndə mülayim hava kütləsi keçir subarktika, qışda isə subtropika gəlir. Bayaqdan mən bu barədə çox geniş danışdım. Düşünürəm ki, hədsiz dərəcədə çox danışmışıq o barədə. Yağıntıların illik miqdarının buxarlanma qabiliyyətinə olan nisbətinə rütubətlənmə əmsalı deyilir. Düsturda belə idi. Ə bərabərdir əmsal. Y böl B. Yağıntı belə buxarlanma qabiliyyəti. Rütubətlənmə əmsalı vahiddən kiçikdirsə hümid yox, arid olar, yağıntısız. Bu səhvdir. Sonra temperatur yüksəkliyə doğru azalması normal halda ona inversiya deyilmir. Əgər yuxarıya doğru temperatur azalmaq əvəzinə əksinə artırsa o inversiyadır. İnversiya normal olmayan gedişat deməkdir, mənası verir. 1 üst 4 cavab, 126-cı cavab. 127-ci suala baxaq. Yanvar ayında daha az yağıntı düşən əraziləri soruşur. 1-2-dir. Nəyə görə? Çünki musson iqlimindədir. Yanvar ayında qış mussonu qurudan okeana əsəcək və burada quraqlıq olacaq. Sonra bu bir subtropikin aralıq dəniz tipidir. Mülayim gəlib yağıntı verir, ona görə biri götürməyəcək. Subekvatorialdır. Yanvar onun üçün yaydı. Yayda ekvatorial gəlib yağıntı yağdırır. Bu da olmayacaq. 3-dən 6-dır bir də. Çünki 3 niyə? Çünki 3-dən 6 hər ikisi subtropik iqlim quşağının cənub yarımkürəsində yerləşən aralıq dəniz tipidir. Bu hissəyə fikir verin, işarələdim. Aralıq dəniz tipində də yanvar yaydır. Yay olanda da tropik hava kütləsinin təsirinə məruz qalırlar. Şimaldan gəlir biraz. Ona görə də doğru cavab 2, 3, 6 olacaq. 4 ilə 5 subekvatorialdır. Yanvar olar üçün yaydır. Yayda da bilirsiniz ekvatorial gəlib yağıntı yağdırır. 2, 3, 6 burada doğru cavab oldu. 128-ci sual. İyul ayında daha az yağıntı düşən məntəqələr. İyulda yağıntı az olsun. Subtropik iqlim quşağının aralıq dəniz tipi olacaq şimalda. Çünki iyul ayı yaydır. Yay olanda tropik hava kütləsinin təsirinə yağıntı az olur. Biri götürərsiniz. 2-də musson küləyi okeandan quruya əsir. Bu yağıntılı olacaq, bu deyil. İyul ayı 3-nə, 4-nə, 5-də bunlar hər ikisi cənub subekvatorial iqlim quşağını təşkil edir. Bu ərazilərdə qeyd elədim. İyul ayı bunlar üçün qışdır. Qış olanda da tropik hava kütləsinin təsiri altında olurlar. Tropikdəki isti quru hava kütləsidir. Ona görə 1, 4, 5-dir bu sualın cavabı. 129-cu sual. 129'da deyir ki, bunları silək bir dənə. Demək deyir Kalahari səhrasında, yəni buradadır Kalahari səhrası, bu bura. Orada Kalahari çökəkliyində yerləşir. İqlimin formalaşmasının səbəbləri, arid iqlimin, yəni quraq iqlimin. Alçaq təzyiq deyil, ora tropik yüksək təzyiqdir. Passat küləklərinin təsirinə məruz qalsa yağıntı çox olardı əksinə. Çünki passatlar okeandan quruya əsir əksəri hallarda, yəni tam olmasa da. Yüksək təzyiq quşağına, yəni tropikdə yerləşirlər, həm də cənub tropiki eyni fikirdir.
Tropikdə həm də enən hava olur. Ümumiyyətlə enən hava olan ərazidə isti quraq hava şəraiti olur. Ona görə də 3, 4, 5 doğru cavab. 129-u yazdıq. 130-cu sual. Deyir ki, Yucatan yarımadasında qeyd edeyim o Yucatan yarımadasını bax burada. Yucatan yarımadasının rütubətli tropik iqlimin formalaşmasının səbəbləri. Qərb küləkləri orta enliklərin küləkləridir. Tropikdə mülayim əsən küləkdir. Yəni bura ancaq passat küləyi təsir edə bilər. Bu deyil. Yüksək təzyiq qurşağı əksinə orada yağıntı yağdırır, quraqlıq yaradar. Okean sahili mövqeyində olması, okeandan rütubətin gəlməsi, orada demək o hissədə ümumiyyətlə isti cərəyanların çox olması, isti cərəyan yağış yağdırır. Bir də passat küləkləri, şimal passat küləkləri tropik yüksək təzyiq sahəsindən ekvatoriala doğru belə bir axın eləyəndə okean rütubətin Yucatan yarımadasının üzərinə gətirir. Musson küləkləri orada yox. Ümumiyyətlə musson küləkləri Şərqi Asiyadadır. Burada Şərqi Asiyada, Cənub-Şərqi Asiyada və Cənubi Asiyadadır. Bir də burada ABŞ-ın şərqində var, amma subtropik aiddir. Bu Yucatan ondan xeyli aralıdadır. 3, 4, 5 oldu yenə də cavabımız. Növbəti sual. Alyaska yarımadasında mülayim dəniz iqlim tipinin, bundan danışır, bu hissədə formalaşmasının səbəbi, o hissədə doğrudan da mülayim dəniz iqlim tipi var. Elə dairənin içərisində var. Səbəbi, enən havanın üstünlüyü, orada ümumiyyətlə enən hava olan yerdə quraqlıq olur. Bu deyir ki, dəniz hava kütləsi. Mülayim hava kütləsində enən olmur, qalxan olur. Alçaq təzyiq sahəsidir, yüksək xeyir ola bilməz. İsti Alyaska cərəyanı var orada, onun təsiridir. Nisbi rütubəti çox olması nəticədir, buxarlanma qabiliyyət, iqlim forma, nisbi rütubəti çox olanda da iqlim elə ola bilər, bəli. Biraz nəticə yönümlüdür, amma olacaq, cavab ola bilər. Yəni, nisbi rütubət çoxdur olduğuna görə biz ona mülayim dəniz iqlim tipi deyə bilirik də, yəni, söhbət odur. 2, 4, 5. 131-ci sual həll elədik. 32-də deyir ki, 32-ci sual, yekun aşırıq da elə çox da qalmayıbdır. Testin axırlardır. İqlim diaqramının uyğun gəldiyi əraziyə uyğun xüsusiyyətə subarktik iqlim quşağıdır. Mənfidən başlayır 10-a qədər bayaq danışdım. Əgər 0-a qədər, 0, 1, 2-yə qədər gəlsə, arktik ola bilərdi. Yayda mülayim, qışda isə arktik hava kütlələrinin təsirinə məruz qalır. Yayda mülayim, qışda isə arktik hava kütlələrinin təsirinə məruz qalır. Biri bir. Çünki subarktik yayda mülayim gəlir, qışda isə arktik. Antarktida üzərində olsa, xətt belə olardı. Bu şimal yarımkürəsini göstərir, ona görə deyil. Bunu çıxırıq. Buxarlanma qabiliyyəti yüksəkdir. Çox soyuq bir ərazi. Soyuq ərazidə subarktik iqlim quşağı soyuq ərazidə. Orada buxarlanma qabiliyyəti çox ola bilməz. Qütb ulduzu müşahidə oluna bilər. Çünki qütbə yaxındır. Antropogen təsir, yəni insan təsiri güclü ola bilməz. Çünki soyuq bataqlıq ərazilərdir. Öz hava kütləsi yoxdur. Çünki subarktikdir. Sublarda subarktik. Subların öz hava kütləsi olmur. Məsələn, subarktik iqlim quşağı yayda mülayimin, qışda isə arktik hava kütləsinin təsiri nəticəsində formalaşır. 1, 4, 6 doğru cavabdır. 133-cü sualda bu subtropik iqlim quşağının aralıq dəniz tipidir. Bu barədə mən danışmışdım. Yox, əgər mən danışmasam da siz bunu öyrənməlisiniz. Çünki burada temperatur 0-30 arasında dəyişir. Yayda quraq keçir. Səbəb odur ki, yayda tropik hava kütləsinin təsiri olur. Bu isə təxminən yağıntıları bərabər paylanması görükür. Temperatur 0-20 arasında dəyişir təxminən. Mülayimin dəniz tipi London qrafikidir. Bu nədir? Diaqramlara əsasən düzgün fikirləri müəyyən eləməliyik. Bir, diaqramların hər ikisi eyni iqlim quşağına aiddir. Xeyr, bu subtropikdir, bu mülayim. Bu 1 ola bilməz. 133-dən 1 çıxar. Birinci diaqram üçün isti quraq yay. Baxanda görülür ki, istidir. Yağıntı yerinə də baxanda görür yazdı. Demək isti quraq yaydır. Və mülayim rütubətli qış. Temperatur aşağı, yağıntı çox. Doğru. Baxanda görünür həqiqətən. Hər iki diaqram aid olduğu iqlim tipinə Afrika materikinə rast gəlinmir. Afrikada subtropik iqlim quşağının aralıq dəniz tipi var. Mülayim yoxdur. Ona görə də bu 3 doğru fikir deyil. Bunu çıxırıq buradan. Sonra 4-ə baxaq. Bir diaqramın aid olduğu iqlim Cənubi Avropada subtropik iqlim quşağının aralıq dəniz tipidir. Mən o barədə danışmışam. Bu 4-ü də götürəcəyik. Sonra deyir ki, 2 diaqramın aid olduğu iqlim tipinə kontinentallıq yüksəkdir. Əksinə mülayimin dəniz tipidir. Çox az kontinental deyil ümumiyyətlə. 2 diaqramın aid olduğu iqlim tipinin formalaşmasına qərb küləkləri, bayaq mən o barədə dedim, tropik hava kütləsinin Qərbi Avropanın üzərinə gətirir qərb küləkləri. Okeanın üzərindən rütubəti bu əraziyə gətirir. Ona görə də burada dəniz
mülayim iqlim quşağının dəniz tipi bax o səbəbdən formalaşır. Həqiqətən də bu doğru fikirdir. 2, 4, 6-dır cavab. 34-cü sual, 134-cü daha doğrusu. Burada qrafik ilə də yaxşı görə bilmədim. Ancaq görünür ki, burada yağıntı yayda çox yağıb. Elə burada da yağıntı yayda çox yağıb. Bunlar mussonların qrafikinə oxşayır. Biri mənfiyə sıfırın aşağısına düşübsə, bu mülayimin mussonudur. MM yazıram. Bu isə subtropikin mussonudur. Çünki burada 0-30 arasında dəyişir. Diaqramları öyrənməlisiniz uşaqlar. Yəni onlar lazım olacaq sizə. O elədir ki, qəbul imtahanlarında da çox istifadə olunan bir anlayışdır. Bir diaqramda müxtəlif iqlim quşaqlarının eyni adlı tiplərinə aiddir. Bir diaqramlar müxtəlif iqlim quşaqlarının eyni adlı tiplərinə. Bəli. Müxtəlif iqlim quşağı tipi biri mülayimdir, o biri subtropik, amma tiplərin adı hər ikisində mussondur. Bu biri götürəcəyik ona görə. 2. Bir diaqram mülayim iqlim quşağına aid MM yazmışam bura, doğrudur. Sonra bir də deyir ki, üstdə deyir ki, diaqramın aid olduğu iqlim tipləri sakit və Hind okeanı sahillərində geniş yaranır. Hind okeanının sahilində subekvatorialın tipi yaranıb. Bu mülayimlə subtropikin yox. Biri subtropikdir, biri mülayim. Ona görə bu yox. Diaqramların aid olduğu iqlim tiplərinə yağıntılar yay aylarında daha çox düşür. Elə qrafika baxanda görünür ki, burada yay aylarında yağıntının miqdarı çox düşür. 4 də düz. Demək 1, 2, 4 hələ ki cavabdır. Bir diaqramı Şərqi Asiya, 2 diaqram isə Qərbi Avropa. Yox, onun hər ikisi Şərqi Asiyadır. Burada işarələmişəm mən onları. Hər iki diaqram Cənubi Amerikaya aid deyil, ümumiyyətlə ola bilməz. 1, 2, 4. 35-ci sual. Temperatur -20 ilə -20 arasında dəyişəndə bu olur Sibir tipi. Bax, mülayim iqlim quşağının Sibir tipidir. Bax, bura aiddir. Yəni bu dərslərdə keçilib görmüsünüz siz, bundan tanışsınız, mənə elə gəlir. Əgər orada çox da məsələn ciddi fikir verməmsinizsə, bir vaxt ayırıb onu yaxşıca öyrənmək lazımdır. Qeyd edim ki, bu yöndə məndə linklər də var. Həmin linklər də dünyanın iqlim qrafiklərinə aid olan link var kanalımıza. MB Tədris Mərkəzi dünyanın iqlim quşaqları, iqlim diaqramları, qrafiklər, belə bir şeylər yazsınız gələr. Axtarışa versiniz gələcək. Nə deyir? Deyir ki, uyğun gəldiyi sözü soruşur. Arktik üçün səciyyəvdir, mülayimin kontinental tipidir. İllik temperatur amplitudu yüksəkdir. Elə baxanda görünür -20, -20. Musson küləkləri musson deyil. Musson olsa yayda lap çox yağış yağardı. Həm də mussonda da bu qədər aşağı temperatur olmaz. Şərqi Sibir üçün demək xarakteri, Şərqi Sibir üçün xarakterikdir. Şərqi Sibir ərazisi üçün düzdür. Aqroiqlim imkanları kənd təsərrüfatı üçün əlverişlidir. Xeyr, soyuq yerdə əlverişli ola bilməz. Kəskin kontinental iqlim tipinə aiddir. Bu düz cavabdır. 2, 4, 6. 136-cı suala baxırıq. Cədvələ əsasən məntəqələrin bütün fəsillər üzrə rast gələn demək. Cədvələ əsasən hansı məntəqələrdə bütün fəsillərə rast gəldiyini müəyyən edin. Yəni ki, bütün hər 4 fəslin 4-ün də olması subtropik və mülayimə aiddir. Biz demək ki, elə yerlər seçməliyik ki, ora həm subtropik, həm də mülayim ola bilsin. Müsbət 20, -10 mülayimin Şərqi Avropa tipidir. Orada 4 fəsil var. 5-25 subtropikin kontinental tipidir. Orada da 4 fəsil var. Sonra 26-24 ekvatorial ola bilməz. 24-5 subtropikin aralıq dəniz tipidir. Orada da fəsil var. Demək 1, 2, 4 doğru cavabdır. 1, 2, 4. Növbəti suala baxaq. 136 elədik. 137-ci sual. Qrafiklərə baxırıq. 5 ilə 30 arasında bu subtropik iqlim quşağının aralıq dənizdir. Bu barədə mən danışdım. O 0-30 hüdudundadır təxminən. -10 ilə -20-yə dəyişəndə mülayimin MK tipidir. Mülayim kontinental tipi. Şərqi Avropa. Yəni ki, xəritə üzrə işarə eləsək, biri aralıq dəniz tipidir, biri də mülayim kontinental. Deyir ki, bu məntəqələrə aid olan ifadələri müəyyən edin. Hər iki məntəqədə yayda tropik hava kütləsi hakim olur. Tropik hava kütləsi mülayim iqlim quşağında hakim ola bilməz. Çünki mülayim iqlim quşağında həmişə mülayim hava kütləsi hakim olur. O əsas iqlim quşağıdır, o əsas hava kütləsidir. Onun yerinə hansı hava kütləsi gəlmir. Sublarla olanlara gəlir. A məntəqəsinin iqliminin formalaşmasına okeanın təsiri böyükdür. Bəs B-yə nisbətən onunla müqayisədə biraz azdır. Bəli, bu 2 düzdür. Çünki aralıq dəniz sahilidir.
B məntəqəsinin iqlimində passat küləklər, passat heç vaxt subtropik mülayim iqlim qurşağına təsir eləyə bilməz. Ona görə də 2-ni götürmüşük, amma 3-ü götürməyəcəyik cavaba. 4-də məntəqələrin hər ikisi mülayim iqlim qurşağında yerləşir. Burada şəkil biraz ailə bir. Bir dəqiqə kitaba mən baxım. Bu PDF-də biraz üzrlü sayım. PDF-də biraz əyri çəkilib şəkil. Ona görə bu 20-nin tuşu sayılır. Bu mülayimin dəniz tipidir bu. Mülayimin dəniz tipi. Bu da mülayimin kontinentdir. Şəkildə əyri çıxıb deyə mən də əyri deməyə düzgün fikirləşmədim. Hər iki tropik deyil bir çıxdıq. A məntəqəsinin iqlim formalaşdığı okeanın təsiri böyükdür. Çünki mülayimin dəniz tipini böyükdür. Aralıq dənizində də biraz var, amma laf da böyük deyil. Dəniz tipi laf böyükdür. B məntəqəsi iqlim passat küləklərində passatın mülayimə dəxli yoxdur. Məntəqələrin hər ikisi mülayim qurşağına aid düzdür. B məntəqəsinə qar yağma imkanı daha çoxdur. Demək. Şərqi Avropada Qərbi Avropada isti cərəyanlar keçidə yağış yağma ehtimalı daha çoxdur. Şərqi Avropada isə isti cərəyan təsiri zəifdir, qar yağma ehtimalı çoxdur. A məntəqəsi yüksək dağlıqda, Qərbi Avropa dağlıq deyil. Növbəti 138-ci sual. Cədvələ əsasən doğru sıraları müəyyən eləyin. Demək, Roka burnu harada yerləşir? Roka burnu burada Portuqaliyada yerləşir. Subtropik iqlim qurşağı Portuqaliya aralıq dəniz tipidir. Doğru sıradır həqiqətən. Bir dəqiqə, ucqar nöqtəyə yerləşdiyi iqlim qurşağı subtropik Portuqaliya yerləşdiyi su. Yox. Roka hər şey düz gəldi, amma aralıq dənizi yox. Atlantik okeanın sahilindədir. Bax, bu cəhətdən olmadı. Parinyas burnu demək, Cənubi Amerikanın şimalında yerləşir. Demək, belə yerləşir də. Daha doğrusu Parinyas qərb tərəfdə yerləşir burada. Demək, burada Qalinyasdır, Frauvertdir, Parinyasdır. Burada Kapubranqudur. Odlu torpaq adalarının cənub hissəsində də Horn burnu var. Parinyas tropik iqlim qurşağında Peru, Sakit okean 2 düzdür. Murchison burnu Arktik iqlim qurşağında burada Kanadada Butey yarımadasında, Kanadada Hudson körfəzi səhv oldu. Hudson körfəzindən şimalda yerləşir, ola bilməz. Razxafon burnu burada Somali yarımadasında yerləşir. Subekvatorial Somali Hind okeanında sahilində düzdür. Pi burnu ekvatorial olması düzdür bu hissədə. Cənub demək Avrasiya materikində bunları sizin çaşdırmasın. Buradan söhbət gedir. Ekvatorialda Singapur yox, Malaziyanın ərazisində yerləşir. Həm də ki Hind okeanı yox, Sakit okeanı sahilidir. Ona görə bu da deyil. Doğru cavab 2-4 ola bildi cəmi. Uyğunluğu müəyyən eləyin. Növbəti uyğunlaşdırma sualı. Yağıntı verib. Demək ki, yağıntısı bərabər olan ekvatorial olar da, yəqin ki, D-ni yazarıq bura. Sonra yayda yağıntılı olan Efiopiya şimal subekvatorialdır, Vietnam şimal subekvatorialdır. AC burada olar. İndoneziya dedi bunu bu heç gedib. Yunanistan, Tunis də subtropik iqlim qurşağının aralıq dəniz tipində yerləşir. Yay aylarında tropik keçir deyə 6-cı ayda yağıntının miqdarı az olacaq. Ona görə də B ilə Y də burada. Yəni BY, D, AC olacaq. BY, D, AC. Növbəti sual, 140-cı sual. Bənzər sualdır bu da. Yağıntısı bərabərsə ekvatorial, Singapur ekvatorial AC gedər bura dərhal. Sonra Kamboca musson iqlimində yerləşir, həm də subekvatorialdır. Ona görə də Y bura yazarıq. Arada qalır Mərakeş, İtaliya. Hər ikisi subtropik iqlim qurşağının aralıq dəniz tipində yerləşir. Yayda tropik hava kütləsinin təsiri ilə yağıntı miqdarı az olacaq. İtaliya və Mərakeş BD-də birə yazılar. Onlar BD, AC, Y. Sonra keçdik növbəti suala. Burada qrafiklərdir konkret. Bu, yenə deyirəm, dərsdə oxumusunuz bunları. Yəni, oxumalıydınız, əgər oxumamısınızsa da. Demək, London tipində temperatur 0-20 arasında dəyişir. Yağıntıda təxminən bərabər. Bax, London budur. Bura, demək ki, London 3-ə B gedəcək. Bura yazacaq. Bunu qeyd elədim. Yəni, ya da B-ni bura yazarıq. Sonra keçdik. Yakutska temperatur 20 dərəcə yaxındır, amma çox kəskin bir fərqləmə var. Yakutska demək ki, 1-ə C gedər. Bax, belə. Biraz böyüdüm. 1-ə C. Ya da ki, C-ni gətirib 1-in yanına yazarıq. Moskva isə mənfi 20 ilə müsbət 20-nin arasında dəyişəcək. Daha doğrusu, mənfi 10 ilə müsbət 20-nin arasında. A da bura. Yəni ki, burada 2 yazarıq. Demək ki, olacaq C, A, B. C, A, B.
141-ci sual da elədir. Qrafiklərdə konkret keçilib, onu yəni belə deyək də öyrənməli, öyrəniləcək, əzbərləyəcək məsələlərdir. İqlim tipləri ilə bağlı uyğunluğu müəyyən eləyin. Subtropik kontinental. Materiklərin mərkəzi hissəsində yerləşən tipdir. Burada xəritə çox da təəssüf ki, yaxşı görükmədiyinə görə mən onu görə bilmirəm elə də. Amma gördüyüm budur ki, təxminən D-yə oxşuyur, yoxsa xəritə yaxşı görünmür? Hə, Cənubi Amerikanın ən son nöqtəsi deyəsən A. Hə, burada D, hə, D olacaq. 1-ə yazırıq D. Sonra 2-də Aralıq dəniz tipidir subtropik iqlim quşağının. Təbii ki, C olacaq. Bir də il boyu bərabər rütubətli, o da Y hərfi olacaq. Demək D, C, Y. D, C, Y. Hə, testdə də baxdım elə. Uyğunluğu müəyyən edin. Musson, Cənub-Şərq qütb passat. Demək, Madagaskar adasına təsir göstərən külə təbii ki, passat külədir. Çünki ümumiyyətlə ekvatora yaxın ərazidir. Sarı dəniz qərb küləklərinin, şimal-qərb küləklərinin təsiri altında olar. Ona görə o da burada yoxdur. Çad gölü hövzəsində şimal passat olar. Yəni ona passat təsir göstərə bilər. Burada cənub-şimal deməyib. Ona görə də C də buraya yazıla bilər. Saxalin adası qərb küləklərinin təsiri altındadır. Bu ola bilməz. Sonra Weddell dənizi, cənub-şərq burada, Y burada. Mussona nə görə nəyi yazma? Hə, sarı dəniz Mussona gedəcək. B-dəki Musson. Musson külələr təsir edir. Doğru cavab olar. Demək B, Y, A, C. D-yə bir də baxaq. Saxalin adasısa. Hə, Saxalin adası da Musson iqlimdədir. Ona görə Mussonu bir də D-ni yazaq. Hə, olacaq B, D, Y, A, C. B, D, Y, A, C. Sonuncu sualdır nəhayət. Demək ki, iqlim diaqramı. Bu ekvatorialdır, bu şimal subekvatorialdır, bu da tropik səhra. Nədən bildik? Bütün il boyu yağıntı yağıb 2000-3000 mm-də miqdarında, temperaturda 20-dən yuxarı stabil. Burada yayda yağıntı yağıb 1000-2000 miqdarında. Çünki yayda ekvatorial hava kütləsinin təsirinə məruz qalıb, ona görə temperatur 20 arasında təxminən dəyişir. Bu qrafikdə isə yağıntı miqdarı çox azdır, amma temperatur həddi çoxdur. Demək ki, tropik səhralara aid olanlar, demək, ekvatorial iqlim quşağına aid olan rəqəmlər 1-ə təbii ki, ekvatorial olan ərazi gedəcək. C-Y, burada bir hissəsi yaxşı düşməsi də o da var. C-Y. Sonra keçdik o tərəfdə 2 subekvatorial şimal, burada B-D ikisi də şimal subekvatorialdır. B-D, B-D. Axırıncıda da tropik səhraçı, o da A, böyük səhradan söhbət gedir. Olur C-Y, C-Y, B-D və A. Düşünürəm ki, inşallah ki, xeyirli olub. İqlim mövzusu biraz mürəkkəb mövzudur açığı. Nə qədər deyəsiz, müəyyən mürəkkəbliyi var. Testin sonlarına doğru o biraz daha çox hiss olundu, mənə elə gəlir. Biraz qarışıqlığı var mövzunun, amma inşallah heç nə öyrənilməyəcək qədər deyil. İnşallah ki, düşünürəm ki, işinizə yarayıb. Əgər belədirsə, dostlarınızla da paylaşmağı unutmayın. Gələn videolarda görüşənə qədər. Sağ olun.